2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin məktəbə qədər təlim və tərbiyə ixtisasına daxil olmuşam. Universitet illəri ərzində universitetdə fəal üzvlərdən olmuşam, bir çox müsabiqələrdə iştirak edib sertifikat əldə etmişəm. 2023-cü ildə universiteti bitirmişəm. Daha sonra bir çox təlimlərdə iştirak edib öz üzərində yenilikçi təcrübəmi daha da genişləndirməyə çalışmışam. Məqsədim uşaqlarda bilik bacarıqlarını formalaşdırmaq, dəyər və davranışlarını inkişaf elətdirmək üçün gələcək üçün bir şəxsiyyət yetişdirməkdir. 2025-ci ildə tərbiyəçi müəllimlərin işə qəbul imtahanında iştirak etmiş, 47,75 bal toplayaraq müsahibə üçün sizin qarşınızdayım. Diqqətiniz üçün təşəkkür edirəm. Müəllimə, dediniz ki, harda anadan olmusunuz? Anadan olduğum yer demədim, yaşadığım yeri dedim. Cəlilabad rayon Uzuntəpə kəndində yaşayıram. Cəlilabad haqqında nə deyə bilərsiniz? Cəlilabad haqqında deyə bilərəm ki, necə yəni mənim Cəlilabad haqqında? Ümumiyyətcə o rayon haqqında nə deyə bilərsiniz, yəni? Nəyinə məşhurdur? Və yaxud da müharibədə nə qədər şəhid verib, məsələn, onu da deyə bilərsiniz. Cəlilabad deyəndə nə ağla gəlir sizin üçün? Yəni Cəlilabad da Azərbaycanın cənub bölgələrində yerləşən bir rayondur. Daha sonra məsələn deyə bilərəm ki, Cəlilabadın təxmini əhalisi 2300 min nəfərdən çoxdur. Əhalinin əksəriyyəti, yəni necə deyim, təsərrüfatla məşğul, bir çox əkin-biçin işləri ilə məşğuldur. Məsələn, Cəlilabad sözü Cəlil Məmmədquluzadənin adından götürülmüşdür. Əvvəllər adı Cəmbərək və daha sonra Astanabad olub, daha sonra adı dəyişilərək Cəlilabad olub. Sonra mən sənə deyə bilərəm ki, üzümçülük, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, maldarlıqla əhali məşğuldur. Rayon üzüm diyarı kimi əvvəllər yəni adlandırılıb, tanınıb, üzümçülük daha çox olub. Bir də məsələn, mənim müharibədə Cəlilabad nə qədər şəhid veribsə, onu da məsəl üçün yadınızda saxlayın. Google-dan yazın, maraqlanın bu haqda. Çünki müsahibədə sual verə bilərlər. Ümumiyyətcə bütün müəllimlər hansı rayonda doğulmusunuzsa, hansı şəhərdə doğulmusunuzsa, o haqda məlumat toplayın. Bir də sual verin, məsələn, başqaları Sevil müəlliməni necə bir insan kimi tanıyır? Səmimi, mehriban, gülərüz, hər kəslə ünsiyyətə girməyi bacaran, başladığım işi sana çatdırmağa çalışıram, məsuliyyətliyəm. Daha sonra deyə bilərəm ki, yəni qayğıkeş, uşaqlarla işləməyi sevən, istər uşaqlara qarşı, istər böyüklərə qarşı, uşaqlara qayğıkeş yanaşıram, böyüklərlə məsuliyyətlə, yəni münasibət qurmağa çalışıram. Bəs özünüzdə sevdiyiniz və yaxud da sevmədiyiniz hansı xüsusiyyətlər var? Sevdiyim xüsusiyyətim odur ki, məmə, belə sevmədiyim xüsusiyyətimi deyim birinci, belə bir işə başlayarkən, çalışıram ki, onu daha sona çatdırım. Yəni o işi yarım qoymadan, yarım qoyub başqa bir işə başlamağı xoşlamıram. İstəyirəm ki, əlimdəki işi bitirim, daha sonra başqasına başqa işə keçim. Sevdiyim xüsusiyyətim də odur ki, məsuliyyətliyəm. Hər bir işdə məsuliyyətlə yanaşıram. Hansısa bir işimi, yəni demirəm ki, bu gün qalsın, sabah edərəm demirəm. Daha sonra mükəmməlçiliyi xoşlayıram ki, gördüyüm iş mükəmməl olsun. Müəllimə, hansısa işi axıra çatdırmaq o əslində müsbət xüsusiyyətdir, yəni mənfi bir şey deyil. Onu mənfi bilirəm, müəllimə. Bəzən elə olur ki, məsələn, vacib bir iş olur, istəyirəm ki, əlimdəki qutansın, daha sonra ona keçim. O da mənim üçün qıraqdan mənfi kimi görünür. Müsbət xüsusiyyətləriniz dediniz hansılardır? Müsbət xüsusiyyəti məsələn, məsuliyyətliyəm, mükəmməlçiliyi sevirəm ki, gördüyüm iş mükəmməl olsun. Hansısa bir fəaliyyətlə məşğulamsa, istəyirəm ki, mükəmməl şəkildə olsun. Müəllimə, niyə tərbiyəçi müəllim olmaq istəmirsiniz? Yəni, başqa müəllim olsaydınız və yaxud da başqa peşəni seçsəydiniz, hansı peşəni seçərdiniz? Yenə başqa peşəni seçsəydim, uşaqlarla bağlı bir peşə seçərdim. Məsələn, uşaq həkimi olmaq istəyərdim və yaxud da psixoloq olmaq istəyərdim. Tərbiyəçiliyi də seçməkdə məqsədim,
Yəni körpəlikdən məndə müəllimliyə qarşı bir sevgi olub. Bu da mənim ibtidai sinif müəllimimdən qaynaqlanıb. Lakin bu bir həvəs olmayıb da. Mənim üçün o vaxt uşaq vaxtı həvəs olsa da, mən onu böyüdükcə məsuliyyət hissinə çevirmişəm və istəmişəm ki, mən də bir müəllim olaraq uşaqlarda hansısa bir gələcəyinə bir işıq verim, hansısa bir yenilikliyi öyrədim, uşaqlara yol göstərən olub. Yəni uşaqlara qayğı, sevgi ilə yanaşmaq məni bu işə gətirib çıxarıb. Aha. Bəs biz sizi nəyə görə seçməliyik? Siz nəyə görə məsəl üçün başqa müəllimlər yox sizi seçməliyik həmin vakansiya üzrə? Düşünürəm ki, mən öz üzərimdə çalışacağam, gənc müəllim olaraq bu yaşıma qədər üzərimdə çox çalışmışam və uşaqlar üçün də, onların gələcəyi üçün də, yəni bir təməl qoyacağıma inanıram, onların gələcəyində bir təməl olacağam və istəyərəm ki, məni seçəsiniz və mən bu işdə məqsədimi, müsahibədə qazandığım məqsəd, yəni nail oldum. Müsabiqə imtahanında nail olduğum məqsədin, müsahibə imtahanında da məqsədimə nail olaraq daha sonra uşaqlarla, sevgi ilə deyəsən qarışdırıb cümləmi qura bilməm. Tələsməyin mənimlə, tələsməyin. Deyərəm ki, uşaqlarla çalışmağı çox sevdiyim üçün və bir gənc müəllim olaraq öz üzərimdə daim çalışıram və yenilikliyə açığam. Hər zaman istəyirəm ki, hər şeyin yenilikləri ilə məşğul olum, öyrənim və onları da uşaqlarda tətbiq edim. Aha. Deyək ki, müəllimə, inşallah ki, işə başladınız. İşə başlayarkən, məsəl üçün, ilk etdiyiniz iş nə olar? Və yaxud da, məsələn, bugün sizin ilk iş gününüzdür. Nələr edərsiniz ilk iş gününüzdə? İlk iş günümdə ilk öncə uşaqlarla tanış olaram, onları tanıyaram, özümü onlara tanıdaram, özümü sevdirməyə çalışaram. Yəni ilk iş günüm onlarla münasibət qurmaqla keçər, ünsiyyət qurmaqla keçər. Daha sonraki mərhələlərdə isə mən uşaqlarla diaqnostik qiymətləndirmə aparıb, onların maraq, görüş dairəsini öyrənməyə çalışaram, dünya görüşünü öyrənməyə çalışaram ki, onların meyli, marağı, dünya görüşü, ailə mühiti necədir və mən onlarla necə bir plan qurub, yəni işləmək haqqında fikirləşərəm. Amma ilk dəfə gedərkən onları tanımağa çalışaram, yəni özümü onlara tanıdıb sevdirməyə çalışaram. Aha. Bəs deyək ki, məsələn, getdiniz, girdiniz bağçaya və yaxud da otaqla tanış oldunuz. Otaqda nələr dəyişərsiniz? Nələrə fikir verərsiniz? Nələr əlavə edərsiniz? Otaqda fikir verəcəyim, birinci mən olaraq otağın dizayninə fikir verərəm ki, görüm bu otağın dizaynı uşaqlarda müsbət aura yaradırmı? Uşaqların yəni sərbəst hərəkətinə maneçilik törətmir ki. Məsələn, ola bilər ki, mebel avadanlıqlarının yerləşməsi təhlükəsizdirmi? Uşaqlar üçün yəni əyləncəlidirmi? Onların sevəcəyi şəkildədirmi? Birinci bunlara baxaram. Daha sonra isə bilmədim. Yəni birinci amma bunlarla, yəni otağın dizayninə baxaram ki, görüm burada nə isə bir dəyişmək lazımdırmı? Aha, və yaxud da çatışmayan resurslar varsa, onları əlavə edə bilərsiniz. Və yaxud da getdiniz bir bağçaya, tutalım, güşələrə baxarsınız. Biz dedik, məsəl üçün, güşələr təşkil olunmalıdır qrupda. Hansı güşə yoxdursa, onu yarada bilərsiniz. Və dediniz, birinci iş gününüzdür, tutalım. Uşaqlarla tanış olarsınız, uşaqların meylini, marağını öyrənərsiniz. Uşaqlar nəyə daha çox sevirsə, onları qrupa əlavə edə bilərsiniz. Müəllimə, hansı xasiyyət tipləri var? Hansı temperament tipləri var? Deməli, müəllimə, temperament sanguinik, xolerik, flegmatik və melanxolik. Onlar haqqında danışa bilərsiniz? Əlbəttə, mən danışa bilərəm. Sanguinik tip elə bir tipdir ki, mənim bu da diribaş, zirənc olub bu tipə malik olan uşaqlar. Yəni harasa tələsirlər, tez getmək istəyirlər. O yəni hərəkətliliyi çox sevirlər. Oturaq heç nəyə iş görmək istəmirlər. Daha sonra yəni psixoloqlar da sanguiniklərin maraqlarını davamsız və qeyri-sabit fikirlə deyirlər ki, yəni maraqsız və qeyri-sabitlər. Onların həvəsi tez ölə bilir. Məsələn, bir işdən o birisi işə tez keçə bilirlər. Başladığı işləri sonra çatdırmağı bacarmırlar. Bir işə uyğunlaşmaqda tez uyğunlaşırlar, əziyyət çəkmirlər, tez uyğunlaşırlar. Hər hansısa bir işə asanlıqla alışırlar, tez sevinirlər, tez kədərlənirlər. Yəni vəziyyətləri mən belə deyim ki, sabit olmur da. Bir an belə olurlar, bir an belə olurlar. Amma xolerik tiplər coşqun olurlar, həm
kəm hövsələ olurlar. Yəni harasa necə deyim, birinci reaksiya verməyə tələsirlər. Sonra inadkardılar. Bir işi sona çatdı. Hansısa bir işə başlayarkən bunu sona çatdırırlar. Problemlə üzləşərkən özlərini itirmədən problemi aradan qaldırırlar. Ona çıxış yolu tapırlar. Daha sonra düşdükləri mühitə tez alışa bilirlər. Yəni çətinlik çəkmirlər düşdükləri mühitdə. Sonra isə xolovik tipi isə qara dinməz olur, sakit olur, söhbətçil deyirlər, bir növ asosial olurlar. Hansısa bir söhbətə çətin qoşulurlar. Müəllimə, siz dediyiniz flegmatikdir. Yəni söhbətə gec qoşulan, sakit olan flegmatikdir. Bəli, müəllimə, xolovki dediyimə flegmatikə keçmişdim, üzrünüz sayın. Yəni flegmatik deyib, qara dinməz olur, sakit olur, söhbətçil deyil, söhbətçil olmurlar. Daha sonra flegmatik tiplər. Yəni amma müəllimə, bu insanları yaxından tanıdıqca onların səmimi, mehriban, diqqətli olduğunu yəni bilirik. Sadəcə bir müddət həmin flegmatik tip uşaqlarla, insanlarla müəyyən bir vaxt keçirmək lazımdır ki, onların xasiyyətini dərindən öyrənə bilək. Melanxolik tip isə ancaq həssas olurlar. Hər tip söhbətdə həssas olurlar. Heç bir şeyə biganə qalmırlar. Deyilən ən kiçik bir söz belə onları tez incidə bilir. Diqqətsizlik, onlara diqqət göstərməyəndə onlar tez inciyir, tez küçür. Amma bir işə başlayarkən onu o qədər ölçüb bitirlər ki, işin dəqiq olmasına çalışırlar. Sonra Əsasən depressiyaya meyilli, yüksəyən, həssas. Bədbin, tez fikir, bədbin ruhdan düşə bilirlər. Bəli, bəs siz özünüzü hansı xarakter tipində görürsünüz? Mən özümü ən çox elə hansını deyim. Əslində mən bu tiplərin hərəsindən biraz var məndə. Məsələn, mən sizi sadaladığınız xasiyyətlərə görə, məsələn, dediniz, məndə müsbət xüsusiyyətlər bunlardır. Mən sizi sanqvinikə daha uyğun gördüm. Mən sanqvinikə biraz daha uyğunam. Sadəcə digər tiplərdən də məndə elə xasiyyət var ki, yəni var da. Yəni birin məsələn sanqviniki deyirəm. Amma məsələn xolovikdən də elə bir xasiyyət var ki, məsələn coşqun olmaq, belə xasiyyətlərim də var. Məsələn Əsasən sanqvinik deyəndə müəllimə ünsiyyətçil insanlar, mən pozitiv, ünsiyyətçil. Xolerik deyəndə əsəbi insanlar, tez özündən çıxan insanlar bura aid olur əsasən. İndi digər xüsusiyyətlər də var, düzdür, amma xolerik deyəndə əsəbilik yəni yada düşür. Flegmatik deyəndə sakit, melanxolikdəki depressiyaya meyilli, yüksəyən, bədbin insanlar bir sözlə. Ünsiyyətçil, pozitiv insanlar sanqvinikdir, bəli. Müəllimə, oyunlar haqqında nə deyə bilərsiniz? Müəllimə, oyunlar məktəbə qədər yaşlı uşaqların həyatında aparıcı rola malikdir. Yəni 3-6 yaş, daha doğrusu 3-6 yaşlı uşaqlar üçün oyunlar bəli aparıcı fəaliyyətdir. Daha sonra oyunlar haqqında deyə bilərəm ki, oyunlar uşaqlarda ünsiyyəti formalaşdırır. Uşaq oyun oynayarkən yoldaşları ilə ünsiyyətə girir. Daha sonra ünsiyyətə girir. Əməkdaşlıq bacarıqları uşaqlarda formalaşır. Oyunlar tək və qrup halında ola bilər. Məsələn, dediyim kimi, qrup halında olanda uşağın ünsiyyəti, əməkdaşlıq bacarığı formalaşır. Tək oyunlar uşağın inkişafına, məsələn, uşaq hansısa bir əşya ilə tək başına oynayır. Sonra oyun uşaq üçün əyləncəlidir. Sonra oyunlar geniş mövzudur. Əsasən uşaqlar üçün hansı faydaları var? Məsələn, onlardan danışa bilərsiniz. Oyunlar uşağın məsələn hərəkətlərini tənzimləməyi, hərəkətlərini tənzimləyir. Oyunlar var ki, uşağın intellektual inkişafına şərait yaradır. Məsələn, didaktik oyunlar uşaqlar üçün idraki oyunlardır, öyrədici oyunlardır. Onların idrakini inkişaf elətdirir. Sonra oyun var uşağın təxəyyülünü inkişaf elətdirir. Uşağın bir növ uşaq onu xəyalında necə fikirləşirsə, onu həyata keçirməyə çalışır. Bu da uşağın təxəyyülünün inkişaf elətdirir. Sonra bəzi oyunlarımız var, uşağın nitqini inkişaf elətdirir ki, uşaq məsələn oyuna baxır, onun cümlələr şəklində, sözlər şəklində ifadə etdikcə onun nitqi inkişaf olunur. Məsələn, uşağın kiçik motorikasını, bəzi oyunlar uşaqlar əlləri ilə quraşdırır, onun kiçik motorikasını inkişaf elətdirir. Sonra uşağın hərəkətli oyunlar uşağın böyük motor bacarıqlarını inkişaf elətdirir.
Bəs hansı insani keyfiyyətləri formalaşdıra bilərsiniz oyunlar vasitəsilə? Əməkdaşlıq bacarıqlarını, qayğı göstərməyi, məsuliyyət hissi formalaşdırmaq olar. Sonra uşaq oyun oynayarkən hansısa bir məsələn oyuncaq kukla ilə oynayıb, kuklaya qarşı məsuliyyətli olmağı, qayğı həmin kuklanı qayğı ilə sevməyi, sonra oyunlar vasitəsilə biz uşaqları əmək fəaliyyətinə alışdıra bilərik. Uşağı həm oyundan ayırmadan, lakin onda əmək fəaliyyətini biz formalaşdıra bilərik. Uşaq həm oyun oynayır, həm əylənir, həm də əməklə məşğul ola bilər. Əmək də yəni uşağın həyatında əsas rollardan biridir. Aha. Bəs deyək ki, məşğələ keçirsiniz. Bəzi uşaqlar var ki, yəni utanır, qrupa qoşulmaq istəmir. Məşğələ zamanı iştirak etmək istəmir. Həmin uşaqları məşğələyə necə cəlb edərsiniz? Mən birinci olaraq uşağa yaxınlaşaram, onun nə üçün yoldaşları ilə oynamaq istəmədiyini soruşaram. İndi o mənə fikrini deyəcək ki, məsələn, bu səbəbə mən oynamaq istəmirəm. Daha sonra həmin uşağı birdən-birə oyuna qatmaram. Yəni birdən-birə uşağı oyuna qoşsam, uşaqda bir qorxu, bir həyəcan yarana bilər. Daha sonra onu tədricən kiçik qruplara qoşaram. Məsələn, hansısa bir uşaqla bir qrup fəaliyyətinə qoşaram. Daha sonra yavaş-yavaş həmin uşağı kollektivə qoşaram və yaxud da ki, həmin uşağa bir müddət keçər, qrup lideri qoyaram, yəni qrup başçısı qoya bilərəm. Sonra bu formada eləyərəm yəqin ki. Bəli, yəni bir sözlə tədricən yavaş-yavaş uşağı qrupa alışdırmağa çalışarsınız. Bəli. Aha, bəs elə uşaqlar var ki, çox əsəbi olur, aqressiv olurlar. Bu uşaqlarla necə davranarsınız? Mən aqressiv uşağa sakit yanaşaram, emosiyalarıma qapılmaram. Yəni o an ona ani reaksiya vermərəm, sakit şəkildə onu dinləyərəm. Yəni onun fikrini alaram. Daha sonra həmin uşağı bir müddət öz nəzarətimdə saxlayaram. Ona hiss elətdirmədən həmin uşağı izləyərəm. Görün bu uşağın aqressivliyinin səbəbi nədir? Bu nə üçün bu hərəkətlər, yəni bu aqressivliyi göstərir? Bu şəkildə onu dinləyərəm. Daha sonra isə uşaqla bir söhbət apararam ki, bu aqressivliyinin ona yaxşı təsir göstərmədiyini, onun yəni nə üçün belə hallarla rastlaşdığını, yəni probleminin səbəbini soruşaram və ona müəyyən söhbətlər edərəm ki, bu hərəkətləri etmək düzgün deyil. O aqressiv olsa, yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkər. Bu formada ondan söhbət apararam. Aha. Bəs uşaq oyuncaqları qırsa nə edərsiniz? Uşaq oyuncağı qırsa da mən sakit şəkildə təmkinlə uşağa yanaşaram və bir müddət həmin uşağa ani reaksiya vermərəm. Yenə onu bir müddət öz nəzarətimdə saxlayıb izləyərəm ki, görüm bu uşağın bu oyuncağı qırmağının səbəbi nədir. Daha sonra uşağına söhbət apararam, deyərəm ki, sən oyuncağı qırırsan, incidirsən, oyuncaq səndən küsəcək, səninlə oynamaq istəməyəcək və o da inciyir. Məsələn, oyuncaq səni vursa sənin xoşuna gələr, yox. Oyuncağın da xoşuna gəlmir, sən onu incidirsən, o səndən küsür. Formada söhbət eləyərəm. Bəs deyək ki, uşaq 1 yaşındadır. Məsələn, siz onu sözlə başa sala bilmirsiniz. Ümumiyyətlə 1 yaşında uşaqlar niyə, 1-2 yaşında uşaqlar niyə qırır oyuncağı? Niyə edərsiniz qıran zaman? 1-2 yaşında uşaq. Yenə də o uşağı bir müddət nəzarət eləyərəm, görüm bu uşaq niyə qırır, onun hərəkətlərindən mən onun səbəbini başa düşməyə çalışaram. O uşaq tam danışa bilmir, tam mənə fikrini ifadə edə bilmir. Daha sonra həmin oyuncaqla uşaq üçün əyləncəli bir oyun təşkil eləyərəm və ona məsələn oyun oynayaraq ondan söhbət eləyərəm. Aha, amma 1-2 yaşlı uşaqlarda mənim əsasən bu normal sayılır. Biz dedik axı uşaqların əşyavi manipulyasiya dövrüdür. 1-2 yaş. Bəli. İçindəkiləri ilə maraqlanmaq istəyir, sındırıb bilmək istəyir ki, görüm onun içində nə var. Aha. Əvvəlcə belə deyək də, səbəbi araşdırmaq lazımdır, uşağın yaşına baxmaq lazımdır. Yəni, böyük uşaqdırsa, məsələn, bu aqressiya əlaməti ola bilər. Onu dediyiniz kimi sözlərlə başa sala bilərik. Amma az yaşlı uşaqlarda adətən normal sayılır bu. Bəli, düz deyirsiniz. Bunu fikirləyirsiniz. Məsələn, bəs uşaqlar ağlasa nə edirsiniz? Ağlayan uşaqlar olur, məsələn. Hər şeyə ağlayır, hər şeyə reaksiya verirlər. Mənim uşaq ağlayırsa, bunun yəni səbəbini birinci araşdırmağa çalışaram ki, bəlkə bu uşağın hansısa bir narahatçılığı var. Məsələn, bəlkə ola bilər ki, bir yeri ağrıyır və acıdır və hansısa problemi var. Birinci mənim siz dediyiniz kimi yaş qrupuna baxaram. Məsələn, əgər böyük yaşda, kiçik yaşda buna baxaram. Daha sonra uşağın dediyim kimi probleminə baxaram, görüm nə səbəb ağlayır. Məsələn, ola bilər ki, bir narahatçılığı ola bilər və ondan yaxınlaşıb həmin uşaqdan ağlama səbəbini soruşaram.
İndi o mənə yəqin ki, deyər hansı səbəb ağladıqım. Bu şəkildə, yəni dərhal uşağı sakitləşdirməyə çalışmaram, uşağa emosiyalarla yanaşmaram, ona yanında olduğumu, ona sevgi ilə, qayğı ilə yanaşdığımı onu ifadə edərəm, sözlərlə başa salaram. Aha. Bir sözlə, yəni uşaqlarla empatiya hissi qurmaq lazımdır. Uşağın hisslərini başa düşmək lazımdır. Aha, bəs uşağı bağçaya qarşı necə həvəsləndirərsiniz? Elə uşaq olur ki, məsələn, bağçaya gəlmək istəmir, yəni ağlayır, deyir mən evi istəyirəm, anamı istəyirəm. Mən əvvəlcə bağçaya gəlmək istəmirsə, valideyni ilə danışaram ki, bunun bağçaya gəlməməyi səbəbini maraqlanaram ki, nə üçün gəlmək istəmir? Daha sonra uşaqdan söhbət eləyərəm ki, bağçaya gəlməmək səbəbin nədir? Niyə gəlmək istəmirsən? Bağçada biz oyunlar oynayırıq, əyləncəli fəaliyyətlər edirik. Sən də gəlsən, sən də bizimlə oyun oynaya bilərsən. Və uşaq üçün əyləncəli oyunlar təşkil eləyərəm, onun marağına, beyninə səbəb olan oyunlar, fəaliyyətlər, güşələrimizi, uşağı güşələrdə oyunlara cəlb eləyərəm. Bu şəkildə edərəm. Yəni uşaq əgər qalmaq istəməsə, ilk günlər uşağı tez götürmələrinə şərait yaradaram ki, uşaq bir müddət tez getsin və zamanla uşağın getmə saatını artıraraq fəaliyyətlərə uyğunlaşdırmağa çalışıram. Yəni zamanla uyğunlaşdıraram. Yenə də yəni istənilən halda uşaqların maraqlarını nəzərə alaraq onu yəni bağçaya adaptasiya edə bilərik. Və yaxud da uşağın bir sevdiyi oyuncaq varsa, onu bir müddət gətizdirə bilərik bağçaya. Ki, yəni uşaq ona qarşı belə deyək də daha tez bağçaya öyrəşsin. Bəs elə uşaqlar olur ki, məsələn, yalan danışırlar. Yalan danışan uşaqlara qarşı nə edirsiniz? Yalan danışan uşağı mən cəzadan çox onunla empatiya quraram ki, uşaq niyə yalan danışsın? Bunun yalan danışmağının bir səbəbi olar. Uşağın yəni yalan danışmaq səbəbini araşdırmağa çalışaram ki, görüm uşaq niyə yalan danışır və yalan danışma, məsələn, uşaqlarla kollektiv şəkildə, tək o uşaqla yox, kollektiv şəkildə əxlaqi söhbət apararam, məsələn, yalanla bağlı və yaxud da yalanla bağlı uşaqlara kollektiv şəkildə bir nağıl oxuyaram ki, axırda yalan danışmağın pis bir şey olduğunu nağılın sonunda bilərlər. Nağılda o haqda danışaram. Yəni uşağa amma fərdi şəkildə o sən yalan danışdın, belə elədin, bu sözləri demərəm. Sadəcə kollektiv şəkildə edərəm ki, yəni uşaq tək onu öz üzərinə götürməsin, amma özü də öz səhvini o zaman başa düşsün. Aha, oldu müəllimə, çox sağ olun, kifayətdir bu günlük. Müəllimə, Allah bilsin. Bir də ki, Sevim müəllimə, yaxşıdır cavablarınız. Yəni mən zaten səhv cavab olanda onu yönləndirirəm sizi. Amma ki, elə bir cavab verərkən inşallah ki, müsahibədə daha səlis və daha belə deyim də yavaş-yavaş danışmağa diqqət edin. Yəni tələsməyin. Biraz da həyəcan işləvəydi deyə həyəcanlı oldum. İnşallah yavaş-yavaş. İnşallah müəllim, elə bu dərslərin də yəni məqsədi odur ki, siz həyəcanınızı yenəsiniz, sizin nitqiniz açılsın. Yəni müsahibə dərslərinin zaten məqsədi odur. Sizin savadınızı belə deyim də, zaten belə deyim də, test mərhələsində ölçüblər. Yəni burada əsas məqsədə sizin nitqinizi yoxlamaqdır. Cavablarınız yaxşıdır. İnşallah tələsməyin, yəni müsahibədə də tələsməyin və yavaş-yavaş danışmağa diqqət edin. İnşallah ki, hər şey yaxşı olacaq. Müəllim, olar bir söz deyim. Buyurun. Birinci mən əlimi qaldırmışdım, internet getdi, axıra düşdüm, təzədən qaldırdım. Olar mən sual cavab eləyəsiniz. Ha, yaxşı müəllim. Sizin adınız nə idi? Hansı müəllimə idiniz? Ayşə Qafarova. Çalışdım adımı dəyişəm, dərsdən çıxandan sonra dəyişirəm. Ha, inşallah. Eləyə bilmədim. Aha, özünüzü təqdim edin müəllimə. Mən Ayşə Qafarova, 24 yaşım var. Bərdə rayonu Şirvan kəndində anadan olmuşam. 2016-cı ildə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə qəbul olmuşam. 2020-ci ildə həmin kolleci bitirmişəm. Bu illər ərzində özümü nəzəri və praktik cəhətdən inkişaf etdirmək üçün onlayn təlimlərdə iştirak etmişəm. Bir neçə sertifikatlar əldə etmişəm. 2025-ci il 29 avqust müəllimlərin işə qəbulu üzrə test mərhələsindən 46,25 bal toplayaraq uğur qazanmışam. Məqsədim uşaqlara erkən yaşdan biliyi sevdirmək, onların intellektual, mənəvi inkişafına töhfə vermək, öz işinə yaradıcı yanaşan, özünü daima inkişaf etdirən bir müəllim olmaqdır. Müəllimə, Bərdə haqqında nə deyə bilərsiniz?
Bərdə haqqında belə deyə bilərəm ki, Bərdə şəhərinin çox gözəl görməli yerləri, məsələn, Müşahidə qalası, Heydər Əliyev parkı, Qəhrəmanlar parkı vardır. Belə daha çox əhalisi qonaqpərvər, əkinçiliklə məşğul olan. Başqa nə ilə məşhurdur? Başqa nə deyə bilərsiniz? Mən də çalışıram bu haqqda araşdırmamışam əslində qalsa. Bütün müəllimlər baxın, hansı rayonda yaşayırsınızsa, dediyim kimi, hansı şəhərdə yaşayırsınızsa, o haqqda Google-da bütün şəhərlər haqqında məlumat var. Mən sizə hətta ataram, yəni o şəhidlərlə də bağlı mən sizə şəkil ataram. Orada var, yəni hansı rayon nə qədər şəhid verib, onu da yəni yadınızda saxlayın hər ehtimala qarşı. Yaxşı müəllim. Bəs dedik, başqaları Asiya müəlliməni necə tanıyır? Başqaları məni belə tanıyır ki, mən gülərüz, səmimi, hər kəslə dil tapan, ünsiyyətçil, məqsədli bir insanam, çalışqan, məsuliyyətli. Bəs özünüzdə sevdiyiniz və sevmədiyiniz xüsusiyyətlər hansılardır? Sevdiyim xüsusiyyət odur ki, elə müəllimlərin işə qəbul üzrə test mərhələsinə hazırlaşanda da bu xüsusiyyətimi sevirdim ki, məsuliyyətliyəm. Məsələn, dərslərə hazırlaşanda o dərsi yekunlaşdırmamış heç bir işlə, heç bir fəaliyyətlə məşğul olmurdum. Ancaq dərslə məşğul olurdum. Yəni bir işi yekunlaşdırmamış başqa işlə məşğul ola bilmirəm. Bəs mənfi xüsusiyyətiniz? Mənfi xüsusiyyətim də onu bilirəm ki, elə daha çox mükəmməlçiliyə meylliyəm. Bir işə daha çox belə diqqət yetirməyim, daha çox bir işin üstündə durmağım çox vaxt sərf eləyirəm, amma çalışıram ki, bunun üstündə işləyəm. Bəs biz Asiya müəlliməni necə seçməliyik? Düşünürəm ki, öz ixtisasımla bağlı müəyyən bilik və bacarıqlara sahibəm. Yəni öz üzərimdə işləmişəm, çalışmışam. Daha çox həvəsliyəm ki, müəllim adını qazanım. Uşaqlarla işləmək, onların maraqları, dünyaları mənə çox maraqlı gəlir. Bəs müəllimə, gələcəkdə özünüzü harda görürsünüz? Gələcəkdə özümü daha da təkmilləşmiş, daha da uşaqlarımla birgə uğurlara nail olmuş bir müəllimə kimi, işlədiyim müəssisənin nüfuzunu yüksəldən bir müəllimə kimi görürəm. Bəs uşaqlara özünüzü necə sevdirərsiniz? Özümü uşaqlarla hər zaman xoş, güləriz ünsiyyət quraram. Çalışıram ki, onların dilində onlarla ünsiyyət quram. Onların maraqlarını nəzərə alam. Başqa nə Xoş edə ünsiyyət bilərsiniz? quraram hər zaman. Hər zaman çalışıram ki, xoş ünsiyyət quram. Onların maraqlarını nəzərə alam. Onlarla, məsələn, heç bir halda sərt qaydalar qoymaram, məcbur etmərəm. Yəni, ən əsas uşağın marağını nəzərə almaqdır, xoş ünsiyyət qurmaqdır, onun dili ilə, uşaq dili ilə danışmaqdır. Onun sevdiyi fəaliyyətlərlə məşğul olaraq onu, məsələn, özümü sevdirərəm ona. Bəs valideynlərin etibarını necə qazanarsınız? Valideynlərlə biz həmişə xoş ünsiyyət, yəni hörmətə əsaslanan qarşılıqlı ünsiyyət qurmalıyıq. Bizim düzgün kommunikativ bacarığımız olmalıdır. Yəni valideynlə səmimi olaram, amma həddindən artıq səmimi olmamalıyıq. Uşaqla da, valideynlə də. Həddindən artıq səmimi yox, amma çalışıram ki, həmişə güləriz olam. Həmişə, məsələn, valideynlə əməkdaşlıqda təşəbbüskar olam. Valideyndən, məsələn, uşağın maraqları haqqında öyrənəm. Bu da mənə bir fürsət olar ki, uşağın marağı haqqında öyrənərəm. Uşaqla daha yaxşı ünsiyyət quraram, onun marağına uyğun fəaliyyətlər təşkil edərəm ki, məsələn, bilərəm ki, uşaq nəyi bilir, nəyi sevir, nəyi sevmir. Bəs belə deyək də, qrupda necə bir mühit yaradarsınız ki, yəni başqa valideynlər də məsələn sizə uşaqlarını etibar eləsinlər, fikirləşsinlər ki, biz də uşağımızı məsələn Asiya müəllimənin qrupuna qoyaq.
Mən hər zaman diferensial nöqtə yaradaram. Hər bir uşağı diqqət mərkəzində saxlayaram. Heç bir uşağa fərq qoymaram. Yəni bərabər imkanlar yaradaram hər zaman. Yəni valideyn də əgər narazı olsa, valideynin məsələn valideyn mənim məşğələmdə əyləşə bilər, izləyə bilər əgər çox narahatdırsa. Oyunlar haqqında nə deyə bilərsiniz müəllimə? Oyunlar uşağın təbii qabiliyyətidir. Yəni uşaqlar oyun vasitəsilə öyrənir, dünyanı dərk eləyir. Onların həm sosial bacarığı, həm nitqi, həm təxəyyülü, kiçik motorikası, yəni oyunlar vasitəsilə mən bütün inkişaf sahələrini uşaqlarda formalaşdıraram. Onlarda ən əsası empatiya bacarığını, yaradıcılıq bacarığını formalaşdıraram. Sosial bacarıqları, nitqi, məsələn uşaq oyuncaqla oynayır. Nitqi inkişaf eləyir, deyək ki, əməkdaşlıq oyunu oynayır, uşaq bir-biri ilə ünsiyyət qurur, onun sosial bacarığı inkişaf eləyir. Bəs uşaqlardan biri oyunlarda iştirak etmək istəmirsə, nə edərsiniz? Müəllimə, biz heç bir halda uşağı məcbur etməməliyik. Sadəcə çalışmalıyıq ki, biz uşaqla ünsiyyət qurarkən onun marağını biz bilirik. Yəni uşaqla ünsiyyət quranda biz onun maraq dünyasını bilməliyik ki, uşaq məsələn hərəkətli oyunlara maraq göstərir. Bunu nəzərə almalıyıq. Yəni uşağın marağını nəzərə almalıyıq. Heç bir halda məcbur etmədən onun marağına uyğun oyunlar təşkil edərəm. Yəni uşağa seçim imkanı verərək, çalışaram ki, uşağa seçim imkanı verim. Məsələn, daha çox rəhli oyuncaqlara uşaqların maraqları olur. Rəngli əşyalarla çalışaram ki, onların marağını cəlb edeyim. Hərəkətli uşaqdırsa hərəkətli oyunlara cəlb eləyərəm. Məsələn, rollu oyunlara cəlb eləyərəm. Bəs hansı xüsusiyyətlərdən bilərsiniz ki, məsələn, uşaqlar sizi çox istəyirlər? Uşaqların sizi sevdiyini nədən başa düşərsiniz? Məsələn, mən müəssisəyə girəndə uşaqların sevinərək məni qucaqlaması, sevinərək məni qarşılaması məni çox sevindirir, məni çox xoşbəxt eləyər. Əsas məqsədim də budur ki, uşaqlar məni sevsin. Yəni, belə düşünürəm ki, bir müəllimə kimi mən həmişə uşağın marağını nəzərə alsam, onu heç bir halda məcbur etməsəm, ona sərt qaydalar qoymasam, uşaq məni sevər. Yəni, ən əsası valideynlə mən əməkdaşlıq quraram, onun marağını öyrənərəm. Özüm də uşaqla ünsiyyət quranda onun marağını bilərəm ki, məsələn, uşaq nəyə daha çox maraq göstərir, nəyə sevir, nəyə sevmir. Onu mən sevmədiyi fəaliyyətlərə yönəltsəm, təbii ki, uşaq məni sevməz. Çalışaram ki, onunla bərabər oyunlar quraram, onunla bərabər, məsələn, belə çox ünsiyyətçi uşaq deyilsə, çalışaram ki, onunla bərabər ona seçim imkanı verərək, hansısa bir fəaliyyətlə məşğul olum, onu tədricən inkişaf elətdirim, sosiallaşdırım. Bəs uşaqlarda dostluq münasibətləri necə yaradarsınız? Dostluq münasibətlərini belə yaradaram ki, uşaqlara dostluq haqqında nağıl danışaraq, onlarda, məsələn, rollu oyunlara cəlb eləyərək, məsələn, dostluğa aid ən çox çalışaram ki, nağıllar danışım, nağıllar vasitəsilə onları öyrədim. Dostluğa aid öyrədici video roliklər də göstərə bilərəm. Özüm də, məsələn, izah eləyə bilərəm dostluq anlayışını. Bəs uşaqlar əgər məşğələdə iştirak etmək istəmirsə, uşaqlara necə motivasiya verərsiniz? Ümumiyyətlə, motivasiya necə qurarsınız? Müəllimə, uşaq məşğələdə əvvəlcədən hazırlıqlı bir müəllim olmalıdır ki, məşğələni quranda uşağın marağını nəzərə alsın. Yəni, uşağa motivasiya odur ki, uşaqda məşğələyə qarşı həvəs yaratmaqdır. Onda əyani vəsaitlərlə, məsələn, onda suallarla da uşağa motivasiya yaradaram. Daha çox əyani vəsaitlərlə motivasiya yaradaram. Müəllimə, bəs uşaqlar bir-biri ilə, məsələn, oyuncaq üstündə dalaşsalar, nə edərsiniz? Uşaqlara yaxınlaşaram. Yəni, əvvəlcə zərərli vərdiş varsa, zərərli vərdişi dayandıraram. Səbəbini öyrənməyə çalışaram. Heç bir halda uşaqların hisslərini mühakimə etmərəm ki, məsələn, sən səhv deyirsən, sən düz deyirsən.
Yəni onlara düzgün yanaşma tətbiq eləyərəm. Daha sonra onlara bildirərəm ki, uşaqlar, dostlar bir-birini incitməz. Dostlar bir-birinə qarşı mehriban olar, oyuncaqlarını paylaşar, düzgün davranış qaydalarını öyrədərəm. Daha sonra onları məsələn barışdırmağa cəhd eləyərəm. Onların da fikrini əvvəlcə soruşaram ki, məsələn, nə üstündə mübahisə elədiniz? Belə. Onlar artıq barışanda, onların müsbət tərəflərini görəndə çalışıram ki, həmişə onlara rəğbətləndirici ifadələrlə həvəs yaradım ki, afərin sizə, siz çox gözəl dost oldunuz. Belə uşaqlarda həvəs yaranır. Bəs qrupda bir dənə uşaq var, tutam, o liderlik eləməyə sevir. Liderlik etməyə sevən bir uşaqdır, yəni. Amma yəni başqa uşaqlarda belə deyək də narahat edir, başqa uşaqlara mane olur. Həmin uşaqlardan nə cür istifadə edirsiniz? Mənə belə olar ki, yəni uşaq əgər liderlik etməyi sevirsə, yəni onun hüququnu əlindən almaram. Ona imkan verərəm, amma uşağa yəni sərt şəkildə yox, yumşaq şəkildə ona sinifin qaydalarımızı da başa salaram ki, uşaqlar, bizim hər birimizin hüququdur iştirak eləmək. Ona da siz PDF-də qeyd eləmişdiniz ki, belə yadına qalır, köməkçi müəllim. Bəli. Belə bir vəzifə verərəm. O da yəni iştirak edə bilər. Məsələn, təsvir fəaliyyət keçirsə, məsələn, iş vərəqlərini həmin uşaq parlaya bilər. Yəni heç bir uşağı tək qoymamalıyam, digər uşaqların da iştirakını təmin etməliyəm. Bəli, bütün uşaqlar iştirak etməlidir, təbii ki. Yəni o uşağı daha çox belə deyək də əlimizin altında buyura bilərik o uşaqları. Öz köməkçimiz kimi istifadə edə bilərik, amma təbii ki, dediyiniz kimi qrup qaydalarını da uşağa xatırlatmalıyıq. Başqalarını hörmət etməyi öyrətməliyik həmin uşaqlara ki, digər uşaqlara mane olmasın. Bəs deyək ki, qrupda bir dənə uşaq var, müəllimə, həmin uşağın nitqində qüsur hiss edirsiniz. Uşaq yəni düzgün danışa bilmir. Bu halda nə edirsiniz? Müəllimə, uşağın hər zaman onun, məsələn, belə uşaqlar daha çox çətinliklə danışırlar. Onun hər dediyi sözü səbirlə gözləyərəm. Yəni onu tələsdirmərəm heç vaxt. Daha çox çalışaram ki, uşaqlar yəni o həmin uşağı nağıl eləməsinlər, yəni gülməsinlər, psixoloji olaraq uşaqda təsir eləyər. Çalışaram ki, ona əyani vəsaitlərlə, məsələn, hər hansı bir sözü deyə bilmirsə, ona hecalar vasitəsilə, ona həmin sözü təkrarladaraq, ən əsası səbirlə, onun hər dediyi sözü səbirlə. Daha sonra görsəm ki, yəni onu lokapetə də yönləndirərəm. Valideynlə də əməkdaşlıq quraram ki, məsələn, evdə mən hər hansı bir metod deyərəm, onu tətbiq eləsin evdə. Mənə belə ola bilər ki, həmən uşaqların yanında yox, həmən uşaq olmayanda, məsələn, uşaqlara bildirim ki, uşaqlar yoldaşımızı ələ salmaq, ona gülmək olmaz. Amma həmən uşağın yanında yox. Bəli. Bəs uşaqlara paylaşmağa necə öyrədə bilərsiniz? Paylaşmaq hissini uşaqlara necə öyrədərsiniz ki, məsələn, oyuncaq üstündə dalaşmasınlar, hər hansı bir resurs üzərində dalaşmasınlar? Mən belə düşünürəm ki, uşaqlar daha çox məktəbə qədər yaşda oyun aparıcı fəaliyyət olduğuna görə uşaqlar daha çox oyun vasitəsilə öyrənirlər hər şeyi, nağıllar vasitəsilə öyrənirlər. Çalışıram ki, məsələn, hər hansı bir fəaliyyət vermişəm uşağa, məsələn, rəsm fəaliyyəti vermişəm, görürəm ki, uşaq karandaşını paylaşmır. Uşaqlara elə həmin anda da paylaşmağı öyrədəm. Uşaqlar, dostlar əşyalarını bir-birinə paylaşar. Məsələn, ona paylaşmağa aid müəllim yaradıcı olmalıdır. Ona uyğun hansısa bir nağıllar axtararam, taparam, danışaram. Daha çox, məsələn, görsəm ki, uşaqlar paylaşmaq üstündə daha çox mübahisə edirlər. Daha çox çalışıram ki, o yöndə uşaqlara nağıllar danışım. Diqqətimi ona yönəldərəm ən çox ki, o bacarığı uşaqlarda formalaşdırım. Müəllimə, hansı xarakter tipləri var? Bəli, doğrudur müəllimə, doğrudur. Hansı xarakter tipləri var? Onlar paylaşdıqda onları tərifləyərəm ki, həvəs yaransın. Bəli, bəli. Xasiyyət tiplərindən danışın. Xasiyyət tipləri, bəli. Flegmatik, sanguinik, xalorik və melanxolik. Onlar haqqında danışın müəllimə. Deməli, sanguinik insanlar sosial olurlar, dilbaş, çalışqan, bir yerdə durmurlar.
Amma son dərəcə emosional olurlar. Yəni bir işə tez həvəslənir, amma başqalarının təsiri altında tez düşürlər, tez həvəsdən düşürlər. Sanguinik insanlar mən belə bilirdim ki, təbirsiz olurdular. Yox, sanguinik ünsiyyətçi insanlardır. Aha. Pozitiv, ünsiyyətçi, Onlar maraqçı. səbirlidirlər. Əsəbi insanlar xolerikdir müəllimə. Aha. Sonra flegmatik insanlar isə son dərəcə sakit, təmkinli, səbirli. Bu insanları yəni tez əsəbləşdirmək olmur da, səbirli olduqlarına görə. Hər dəqiqə onları əsəbləşdirmək olmur. Bu insanlar kənardan soyuqqanlı görünür, amma çox istiqanlı, mehriban insanlardılar. Onlarla sadəcə onları yaxından tanımaq lazımdır. Xolerik insanlar isə çox kəm hövsələ, səbirsiz insanlardılar. Ona görə də ətrafdakı insanlarla daha yaxşı yəni yola gedə bilmirlər, səbirsiz olduqlarına görə. Amma sevdikləri insanlara qarşı çox yəni qayğıkeş insanlardılar. Melanxolik insanlar da çox özlərinə qapanıq, hər şeyi dərindən düşünən, məsələn, özlərinin də hər zaman mənfi tərəflərini qiymətləndirirlər. Heç nəyi yaxşı tərəfindən belə deyim ki, düşünə bilmirlər. Daha çox sakit insanlar olurlar. Bəs siz özünüzü hansı xasiyyətdə görürsünüz? Mən əslində mən özümü flegmatik. Nəyə görə? Belə deyərəm ki, flegmatik, amma ən çox mən özümü o xolerik tipdə görürəm. Yox, xolerik orada deməyin. Flegmatik deyərəm. Müsahibədə sorsalar xolerik deməyin. Xeyr, müəllimə demərəm. Çünki tərbiyəçi müəllimlər Orada məqsədli qeyd olunmuşdu, ona görə həddindən artıq məqsədliyəm. Qarşıma bir məqsəd qoydumsa çalışıram ki, onu reallaşdırım. Amma xolerik tiplər yəni əsəbi insanlardır. Biz də tərbiyəçi isə yəni son dərəcə səbir. Onu demərəm, flegmatiki seçmişəm ki, flegmatik deyəm. Yəni bir növ yalan danışa bilərsiniz burada. Ağ yalan olmalıdır. Bəli. Müəllimə, valideynlərdən biri uşağı həmişə bağçadan gec götürürsə, nə edərsiniz? Həmin valideynlə nə başa salarsınız? Müəllimə, valideynlər biz yəni başa salmalıyıq ki, uşağı vaxtında götürsün. Əgər görsək ki, yenə valideyn yəni dediyimiz qaydalara əməl eləmirsə, sözlərə əməl eləmirsə, məsələn görürəm ki, uşaq vaxtından keçib, hər kəs uşağını götürüb, bir uşaq qalır. Bu zaman uşağın yaxın qohumlarına da əlaqə saxlayaram. Yəqin ki, portfolioda uşağın yaxın qohumlarının nömrəsi olar, valideyn vermiş olur. Yaxın qohumlarla əlaqə saxlayaram. Daha sonra valideynlə də söhbətlər apararam ki, yəni uşağı vaxtında götürməlidir, bir məsuliyyət hissi olmalıdır. Bəs ümumiyyətcə valideynləri bağçaya necə cəlb edərsiniz ki, valideynlər məsələn müəllimlə əməkdaşlıq etməyə həvəslənsinlər, uşaq haqqında məlumat toplamağa həvəslənsinlər? Müəllimə, biz hər zaman valideynlə hörmətə əsaslanan qarşılıqlı ünsiyyət qurmalıyıq. Məsələn, valideyn bizlə danışırsa, biz onunla göz təması qurmalıyıq. Yəni biz deyək ki, indi texnologiya dövrüdür. WhatsApp qrupu açaram, valideynləri cəlb edərəm. Valideynə uşağı haqqında əvvəlcə, məsələn, uşağın hansısa bir mənfi rəftarı olarsa, əvvəlcə müsbətindən başlayaraq, daha sonra mənfisindən. Əgər mənfisindən başlasam, valideyn də mənə qarşı aqressiya yaranar, əməkdaşlıq qurmaz. Çalışıram ki, əməkdaşlıqda təşəbbüskar olam. Hansısa bir tədbir keçiririkdə valideynləri cəlb edəyəm. Yəni uşağın inkişafında əməkdaşlıq edək, həvəslənsinlər, valideyn qrupu açaraq onları həvəsləndirərəm. Ümumiyyətcə uşaq haqqında yəni daimi valideynlə əməkdaşlıq etmək lazımdır. Uşaq haqqında məlumatlar vermək lazımdır, uşağın gündəlik fəaliyyətləri barədə. Yəni vaxtaşırı iclaslar təşkil etməliyik, valideynləri cəlb etməliyik. Müəllimə, bu sual əslində PDF-lərimdə yox idi, amma sual verim görüm cavab verə bilirsiniz. Məsələn, biz bilirik ki, çox vaxt analar uşağı gətirir də bağçaya. Yəni analar daha çox bizlə əməkdaşlıq edir. Bəs atalar necə həvəsləndirərsiniz? Niyə edərsiniz ki, yəni atalar da gəlsin? Ata gəlirsə, məsələn gəldi,
ata uşağı götürmək istəyir. Elə qapının ağzında da onunla ayaqüstü görüş təşkil edərəm. Deyərəm ki, məsələn, Əli, bugünkü fəaliyyətini atana göstərə bilərsən, çəkdiyin rəsmi gətir atana göstər. Məsələn, belə çalışıram ki, ünsiyyət quram. Bəli, yəni analara məlumat verdiyimiz kimi eyni şəkildə atalarla da əməkdaşlıq edə bilərik. Və yaxud da atanı gətirə bilərik, qrup ota ilə tanış olsun, uşağın yeri ilə, yurdu ilə tanış olsun. Və yaxud da iclas təşkil edirsə, bir dəfə analar üçün təşkil edirsə, bir dəfə də yəni sırf atalar üçün təşkil edə bilərik. Bəli. Oldu müəllimə, kifayətdir, çox sağ olun. Müəllimə, bəs cavablarım necə idi? Yaxşıdır müəllimə, təbii ki, ilk dərsdir. Yəni materialımız çoxdur, inşallah göndərəcəm hər birisini oxuyarsınız, yəni cavablarla tanış olarsınız. Sizdə Qarabağ regionaldır, Bərdə Qarabağ regional, sizdə yəni 90% elə çərçivə suallar düşəcək. Sağ ol müəllimə. İnşallah ki, gələn dərslərdə, yəni dərsimizin birini sırf çərçivəyə ayıracam mən. Çünki yenə də düzdür, psixoloji suallar olur, əlavə suallar olur, amma elə 80-90% yenə də yəni çərçivənin suallarına üstünlük verməliyik. Yaxşı müəllimə, çox sağ olun, əziyyətiniz xalayım. Siz sağ olun müəllimə, inşallah yaxşı olacaq hər biriniz üçün. Hansı müəllimənin belə deyim də bir tələsi işi varsa, məsələn tez çıxacaqsa mən o müəllimə... Hansı müəllimə idi? Nasbəri. Olar müəllimə. Özünüzü təqdim edin. Mən Nasbəri Quliyeva, 26 yaşım var. Daşkəsən rayonunun Quşlu kəndində anadan olmuşam. 2017-22-ci illərdə Bakı Humanitar Kollecinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil almışam. 2025-ci ilin Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bağça müəllimlərinin işə qəbulu müsabiqəsinin test mərhələsində uğur qazanmışam. Müsahibə mərhələsində iştirak edirəm. Bu mərhələni də uğurla başa vuracağıma inanıram. Məhəmməd, dediniz harada anadan olmuşsunuz? Daşkəsən rayonunun Quşlu kəndində. Daşkəsən haqqında nə deyə bilərsiniz? Məlumat çox ətraflı məlumat əldə eləməmişəm. İnşallah gələn dərslərdə daha təkmilləşmiş cavab verərəm. Mütləq öyrənərsiniz müəllimə. Yaxşı. Müəllimə, özünüz haqqında nə deyə bilərsiniz? Yəni başqaları Nasbərə müəlliməni necə tanıyır? Başqaları məni səmimi, çalışqan, mehriban, uşaqları əsas sevən, qarşısına qoyduğu işi məsuliyyətlə yerinə yetirən. Bəs özünüzdə sakit, təmkinli. Bəs özünüzdə sevmədiyiniz xüsusiyyətlər hansılardır? Biraz inatkaram, yəni qarşıma qoyduğum işi məsuliyyətlə yerinə yetirməliyəm. İnatkarlığım ondan ibarətdir ki, yəni ilk öncə insanlar inanmırkən işi uğurla başa vuracağıma, amma sonda nəticədə hamı yanımda olur ki, yəni bacardığım işi görəndə. Mənim hansı temperament tipləri var, ondan siz də danışın. 4 dənə temperament tipləri var. Sanguinik, xlorik, melanxolik və flegmatik temperament tipləri vardır. Sanguinik əsasən bunlar ünsiyyətçilik, emosionaldır. Yəni həm tez həyəcanlana bilirlər, sevinə bilirlər, həm də tez kədərlənə bilirlər. Ətrafdakı hər şeyə diqqət yetirirlər, onların maraq dairəsində olur. Ona görə də bir işi başlayarkən onları tezliklə yarımçıqda qoya bilərlər, belə tipə malik insanlar. Çox ünsiyyətçidirlər, yəni belə insanlar çox suallar verirlər, çox ünsiyyətə meyillilik göstərirlər. Xlorik temperamentin tipi isə çox həyəcanlıdır, əsasən tələskən tipdir, yəni çox səbirsiz olurlar. Bir insanla ünsiyyət olarkən bu hətta onlar arasında çaşqınlığa səbəb olur, münaqişələrin yaranmasına səbəb olur, yəni çox həyəcanlıdırlar. Bir işi əsasən yerinə yetirərkən diqqətsizlik də yarana bilər həmən temperamenti sahibi insanlar. Ancaq ki, onlar qarşısına bir məqsəd qoyurlarsa, axıra kimi yerinə yetirirlər. Sanguinikdə fərqli olaraq xlorik tip bir işi əsasən yarımçıq qoymurlar da, yəni bir işi başlayıblarsa, sona kimi də həmin işi yerinə yetirirlər. Flegmatik tip çox sakin tipə malik olan insanlardır. Yəni ətrafdakılar onu narahat eləmir, onu kədərləndirmək və yaxud da ki, sevindirmək o qədər də asan olmur. Yəni bunlar çox sakindirlər, təmkinlidirlər, ünsiyyətdən yəni uzaqlaşırlar. Ancaq ki, onlar
tanıdıqca, yəni bir insanı sevdikcə çox mehriban davranırlar. Yəni bu tipə malik olan insanlar. Melanxoliklər isə çox sakin tipdirlər. Həm də ki onlar yüz ölçüb bir biçən tipdir. Yəni onlar adi bir sözə tez incirlər, qəlblərinə salırlar. Yəni adi bir sözdür, amma onlar uzun vaxt bu sözlə maraqlanırlar ki, yəni qəlblərinə deyirlər, kövrəlirlər. Bir tipə malik olan insanlar. Bəs siz özünüzü hansı xasiyyətdə görürsünüz? Hansı temperamentin tipi? Mən sanguinik kimi görürəm. Amma onun da mənfi cəhətləri var. Yəni ki, onlar işi bitirmirlər, ancaq ki, məndə elə bir xarakter yoxdur. Yəni çalışıram ki, başladığım bir işi yekun nəticəsi olsun da. Yəni nəticəsiz işi sevmirəm. Müəllimə, qrupda bilirik ki, hər qrupda demək olar ki, hiperaktiv uşaqlar olur, həddindən artıq hərəkətli. Bir yerdə dayana bilməyən uşaqlar olur. Bu uşaqlarla necə işləyirsiniz? Çox yəni hiperaktiv uşaqlar olur ki, yəni bir yerdə dayanmırlar. Buna görə də onları müəyyən işə cəlb eləyərəm. Yəni onlara hərəkətli oyunlar verərəm, yaxud da ki, elə eləyərəm ki, yəni diqqətlərini cəlb edə biləm. Oyun vasitəsilə. Məsələn, riyaziyyat məşğələsi keçirəmsə, deyə bilərəm ki, məsələn, ona kimi sayırsansa əyil qalx. Yəni onların içindəki enerjiyi çıxartmağa çalışaram həmin məşğələlər vasitəsilə. Oyunlar vasitəsilə, hərəkətli oyunlar vasitəsilə, yəni diqqətlərini elə cəlb eləyərəm. Həm onlar üçün maraqlı olsun, həm onlar məşğələdən yayınmasın, həm də içindəki olan enerjiləri itirsin. Müəllimə, gün rejiminin haqqında danışa bilərsiniz geniş şəkildə? Gün rejimi əsasən yuxu, açıq havada. Gün rejimi açıq havada qalma, gəzinti, oyun, qidalanma, yuxu, bunlar aiddir. Ümumiyyətlə gün rejimi deyəndə nə başa düşürsünüz, nə deməkdir? Gün rejimi, yəni uşağın müəyyən yəni fəaliyyətlər saydığınızda dediniz ki, açıq havada gəzintidir, qidalanmadır, yuxudur. Bunların açıq havada yuxudur, qidalanmadır. Bunlar aiddir. Bunların növbələşməsi. Gün ərzində fəaliyyətləridir. Ardıcıl növbəli şəkildəki fəaliyyətlərdir. Yuxu orqanizminin fizioloji sistemini, yəni sinir sisteminin iş fəaliyyətini tənzimləyir. Yəni uşaqların hər biri müəyyən yuxuda olmalıdırlar. Gün ərzində uşaqların, yəni orqanizminin daha yaxşı inkişaf etməsi üçün uşaqların yuxuya olan tələbatı onun sinir sisteminin iş qabiliyyəti səviyyəsindən asılıdır. Açıq havada gəzmək isə uşaqların orqanizminin daha da yaxşı inkişaf etdirir. Əsasən yay aylarında uzun müddətli açıq havada olursa, qışda bu 4 saat müddətində, yəni 4 saat müddətində həyata keçirilməlidir. Bir də ki, burada əsasən hava temperaturu nəzərə alınmalıdır. Uşağın geyiminə fikir verilməlidir. Hədsiz dərəcədə hava soyuq olarsa, küləkli olarsa, uşaqları biz çölə çıxartmırıq. Yəni buna diqqət edilir. Temperatura. Qidalanma isə normativlərə uyğun qidalarla uşaqlar qidalanmalıdır. Yəni buna nəzərə almalıdır. Qidalar əsasən bağlı qidalar və vaxtı keçmiş qidalarla təmin olunmamalıdır. Burada vitaminlər, süd, yəni məhsullarından alınan qidalar, eyni zamanda meyvə və tərəvəzlə istifadə olunan qidalardan istifadə olunur gündəlik şəraitdə. Yəni burada əsasən vaxt keçmiş qidalar olmamalıdır. Yəni tənzimləmək lazımdır. Bir də ki, yağdır, duzlu və şəkər miqdarını nəzərə almaq lazımdır. Yəni hədsiz dərəcədə bunlar yəni minimuma endirilməməlidir. Yəni çünki dadsız yeməkləri uşaqlar sevmirlər. Buna görə də elə eləmək lazımdır ki, olsun, amma hədsiz dərəcədə də olmasın. Bu da uşaqların sağlamlığına ziyan ola bilər. Yəni uşaqları maraqlandırmaq lazımdır ki, həmin qidalarla uşaqlar təmin olunsun. Tədris məşğələlərdə yəni növbəli şəkildə məşğələlər həyata keçirilməlidir.
Yəni gün rejiminə uyğun olaraq, uşaqların yaş qrupuna uyğun olaraq həmin məşğələlər keçirilməlidir. Ümumi şəkildə götürəndə gün rejiminin hansı faydaları var? Gün rejimi uşaqların hər tərəfli inkişafına səbəb olur. Yəni uşağın orqanizminin inkişaf etməsinə səbəb olur. Düzgün şəkildə, yəni qayda-qanuna riayət etmək, uşaq məşğələ, məsələn, bağçaya nə vaxt gəlib, oradan saat neçədə çıxmaq, yəni bütün qayda-qanunu uşaq bilir də, bütün prosedurlara riayət edir ki, ardıcıl şəkildə indi hansı məşğələ olacaq, hansı oyunlar keçiriləcək, yəni ardıcıl qidalanma vaxtı, ha vaxtı, açıq havaya nə vaxt çıxarılır, bunların hər birinə riayət edilir. Yəni gün rejimi qaydalarını pozmaq olmaz. Yəni bu günlük hansı ardıcıllıqladırsa, onda riayət etmək lazımdır. Bəli. Biz Nasibərə müəlliməni nəyə görə seçməliyik? Çünki uşaqlara ilk başlıca uşaqlara olan sevgimdir. Yəni bu ixtisası sevərək seçmişəm. Yəni ilk növbədə bu ixtisası seçməmişdən əvvəl, hazırlaşmamışdan əvvəl, yəni ailəm də mənim tibb bacısı olmağımı istəmişdi. Ancaq ki mən bu, yəni o ixtisasda özümü görməmişdim. Çünki həvəsim yox idi. Həm necə deyim, orada dərmanlar, iynələr, yəni bunlar məni cəlb eləmir. Ancaq ki, bağçada uşaqların gülüşü, onlarla işləmək, onlara yeni bir nəyisə öyrətmək və onlar vasitəsilə də özümü təkmilləşdirmək, yeniliklərə açıq olmaq, valideynlərlə işləmək, orada kollektivdə işləmək, uşaqlar birlikdə yəni vəsaitlər düzəltmək, yəni mənim üçün çox maraqlıdır. Yəni bu işi çox istəyərək, seçərək, sevərək işləmək istəyirəm. Bəs uşaqlara özünüzü necə sevdirə bilərsiniz? Uşaqların maraqlarını, istəklərini nəzərə alaraq, məncə uşaqlara səmimi olaraq davransaq, onlar da bizi sevər. Bunu öz praktikamda da görmüşdüm. Yəni o 5 aylıq fəaliyyət zamanı həqiqətən də özümü istədiyim çox uşaqlar oldu. Adi həmən praktika bağça bizim evimizə yaxın idi. İndi də həmən uşaqlar məni park ərazisində hardasa görəndə yenə də gəlib qucaqlayırlar, müəllimə deyirlər. Yəni bunlar görürəm. Ona görə də məşğələ olsun, fəaliyyət olsun, uşaqların maraqlarını, istəklərini nəzərə alaraq təşkil etdikdə onların da sevgisini qazanmaq olur. Müəllimə, inşallah ki, işə qəbul olsanız, nələrə diqqət edərsiniz birinci iş gününüzdə? İlk iş günümdə ilk növbədə uşaqlarla tanış olaram. Yəni maraqlı şəkildə adlarını, kim olduqlarını soruşaram. Sonra sinif otağına daxil olduqda orada hansı vəsaitlər var, bu vəsaitlər uşaqların maraqlarına, yəni necədir, əsasən bağça rəngarəng olur, yəni uşaqların marağını nəzərə alır. Ondan sonra stolların orada düzlü şəkilli ola bilər, necə oturuş şəkilləri ola bilər, hansı uşaqla hansı uşaq. Yəni ilk növbədə güşələrə fikir verərəm ki, hansı güşələr var və yaxud da ki, həmin güşələrdə hansı vəsaitlər çatışmır, biz onları nə hazırlaya bilərik. Yəni bunlara diqqət edərəm. Bəs uşaqların sizi sevdiyini nədən başa düşərsiniz müəllimə? Necə? Yəni hansı belə deyək, xüsusiyyətlərdən başa düşərsiniz ki, uşaqlar sizi həqiqətən çox istəyirlər? Uşaqlar əsasən sevdiyi insanlara mehriban davranmağa çalışırlar. Uşaqların üzündə bir gülər üzlü əmələ gəlir. Uşaqlar əgər bağçaya gəlmək istəyirsə, demək ki, onlar artıq məni sevirlər, həvəslə gəlirlər. Yəni istəməyən uşaqlar artıq baxır sanki ağlaya-ağlaya gəlirlər, istəməyən uşaqlar, amma istəyən uşaqlar səhər tez dururlar, bağçaya həvəslə gəlirlər ki, yəni bu gün nə öyrənəcək, müəllim bizə nə öyrədəcək. Yəni bunları uşaqların üzündən, təbəssümündən hər şeyi anlamaq olur. Bəs dediniz ki, bəzi uşaqlar var ki, yəni ağlaya-ağlaya gəlirlər. O uşaqlarla necə məşğul olarsınız? O uşaqlar ilk növbədə maraqlarını nəzərə alaram ki, uşaqlar nəyi sevirlər, hansı oyuncaqları sevirlər, hansı rəngləri sevirlər. Məşğələdə də həmən rənglərdən istifadə edərəm, oyuncaqlardan istifadə edərəm. Uşaqların marağını nəzərə alaram. Uşaqlar məsələn oyun oynamağı çox sevirlər. Hansı oyunları sevirlər? Məsələn elə uşaq var ki, stol üstü oyunları sevir, elə uşaqlar var ki, hərəkətli oyunları sevir. Yəni bunları nəzərə alıb, maraqlarını nəzərə alsaq, inanıram ki, uşaqlar da sevə-sevə bağçaya gələcəklər.
Bəs qrupda təhlükəsizliyi necə təmin edərsiniz? Ki, uşaqlara bir şey olmasın və yaxud da heç biri zərər almasın. Məsələn, stulların düzülüş qaydasına fikir verərəm. Əşyalardan, yəni elə yaş qrupuna uyğun olaraq nəzərə alaram ki, məsələn, kiçik yaşlı qruplara qayçı verilmirsə buna nəzərə alaram ki, yəni böyük qrupda təhlükəsiz, yəni orta qrupdan başlayaraq biz qayçıdan istifadə edirik. Ona görə çalışaram ki, o qayçıdan necə istifadə edilir. Bunların hər birini uşaqlara düzgün şəkildə göstərərəm. Yəni təhlükəsizlik qaydalarını uşaqlara izah edərəm ki, həmin qaydaları necə yerinə yetirmək lazımdır ki, heç bir xəsarət almayaq və yaxud da ki, gəzintiyə çıxarkən bunlara diqqət etmək lazımdır ki, uşaqlar yüyürərək qaçmaq olmaz, yəni yıxıla bilərik, yaxud da məşğələdə oyunlarda bunu nəzərə alaram ki, yəni qaçmasınlar, möhkəm qaçmasınlar, yəni diqqət eləsinlər özlərinə. Mən də bunlara nəzarət edirəm. Yatanda da bir nəfər yanlarında olmalıdır ki, uşaqların başına bir hadisə gəlməsin. Yəni daima diqqətim uşaqların üzərində olmalıdır ki, onların başına bir iş gəlməsin. Bəs deyək ki, tutam gəzinti zamanı uşaqlardan biri yıxıldı. Bu zaman nə edirsiniz? Əlbəttə ki, ona tez yaxınlaşaram, görüm ki, vəziyyətini soruşaram ki, yəni nəsə olmayıb ki, yəni uşaq və tibbi ləvazimatda olmalıdır ki, mən də həmin gəzintiyi təşkil edərkən də, yəni bir də ki, nəzərə almalıyam ki, yəni necə yerdir, uşaqlar həmən ayağını məsələn sarıya bilərəm, tibb bacısına məlumat verə bilərəm, əgər yüngüldürsə, yəni tez qaldırıb başını qarışdıra bilərəm ki, yəni bu ağrını isti eləməsin də o qədər, amma tez soruşaram ki, harasının ağrıdığına diqqət yetirərəm. Bəs deyək ki, valideyn bu hərəkətə görə tutam sizi getdi müdirə şikayət elədi. Dedi ki, yox, Nasbəri müəllimə mənim uşağımı qoruya bilmir, uşaq yıxılır. Müdir də sizi çağırdı, danladı, uzaq olsun. Niyə edirsiniz bu halda? Allah inanmaz. Yəni çalışaram ki, heç bu hadisə olmasın. Amma yenə də səbirli yanaşaram ki, yəni başa salaram ki, yəni belə bir hadisə qarşısını almağa çalışaram. Yəni çalışaram ki, olmasın. Ancaq ki, səbirlə yanaşaram. O da valideyndir. Çünki biz istər-istəməz övladlarımızı çox istəyirik. Amma onu da başa salaram ki, onların hamısı mənim evladım kimi əzizdir. Yəni mən istəmirəm ki, heç bir uşağı nəsə olsun. Mənim əsas vəzifəmdən biri də orada uşaqların sağlamlığını qorumaqdır. Yəni çalışmaqdır ki, valideynlər də evdə rahat olsun ki, mən o uşaqları necə sağlam bir şəkildə qoruyuram da. Yəni belə hallar inşallah olmaz. Yəni İstənilən halda müəllimə tənqidləri qəbul etməlisiniz. Yəni valideyn sizə nəsə deyirsə hörmət etməlisiniz. Səbirlə yanaşaram ki, yəni onların da fikirlərini nəzərə alaram ki, istər-istəməz valideyn də həyəcanlanır ki, mənim uşağıma nəsə ola bilər. Yəni çalışaram ki, başa salım ki, rahat olsun ki, yəni narahat olmasın ki, onun uşağının başına nəsə bir hadisə gələcək. Yaxşı, bəs tutam ki, ekskursiyaya çıxırsınız, valideynlərdən biri narazılıq edir ki, yox, mən istəmirəm mənim uşağım ekskursiyaya getsin. Bu halda nə edirsiniz? Valideynlə necə söhbət apararsınız ki, razılaşsın? Çalışaram ki, yəni başa salım ki, ekskursiyanın əhəmiyyətini başa salım ki, valideynə. Yəni getmək əhəmiyyətlidir. Uşağı uşaqdan ayırmaq olmaz. Axı onun üçün də ora maraqlıdır. Çalışacağam orada, yəni bütün uşaqlar mənim nəzarətim altında olacaq. Yəni elə əminlik verməliyəm ki, yəni o valideyn mənə güvənməlidir ki, mən o uşağı aparanda sağ-salamatda bağçaya geri qaytaracağam. Bəs yeni gələn uşaqları... Doğrudur müəllimə. Buyurun müəllimə. Bəs belə deyək də, bağçaya yeni bir uşaq gəlsə, özü utancaq bir uşaqdır. O uşağı məşğələlərə necə adaptasiya edərsiniz? Bağçaya necə öyrəşdirərsiniz? Necə bir uşaqdır, müəllimə eşitmədim başlayın. Utancaq bir uşaqdır, bağçaya yeni gəlib. Adaptasiya etməkdə çətinlik çəkir. Yəni bağçaya adaptasiya olmaqda çətinlik çəkir. Bu uşaqlara nə edirsiniz? Uşaq əlbəttə ki, bağçaya gələndə mən onun haqqında bütün məlumatları valideynindən öyrənirəm ki, yəni hələ mən o uşağı tam tanımıram. Məlumatları öyrənirəm ki, bu uşaq necədir, nə oyuncağı sevir, hansı şeyləri sevir, məlumat alaram. İlk növbədə uşağı yavaş-yavaş o birisi uşaqlarla tanış eləyərəm ki, məsələn, sənin adın nədir? Belə, yəni birdən-birə uşağı şeyləmək olmaz da, yəni qrupa qatmaq olmaz. Yavaş-yavaş, sonra uşağa deyərəm ki, məsələn, paylama materialı verərəm ki, məsələn,
bunu yoldaşına ver, yaxud da ki ilk növbədə cütlərlə işə cəlb eləyərəm, daha sonra isə qrup fəaliyyətinə, kollektiv fəaliyyətə cəlb eləyərəm. Yavaş-yavaş uşağı meylini, marağını nəzərə alaraq, onunla müsbət ünsiyyət quraraq qrupa qatarım. Bəs deyək ki, qrupda bir dənə uşaq var, çox özgüvənsizdir, özünə qarşı inamsızdır. Məsələn, bir oyun təşkil edirsiniz, o deyir ki, yox, mən onu oynaya bilmərəm, mən bunu bacarmaram. Uşaqlarda əlbəttə özlərinə inam formalaşdıraram. Sadə bir şeylə, sadə bir hərəkət eləyəndə, yəni sadə adi nailiyyətini böyük bir nailiyyət kimi qələmə verərəm ki, görürsən, necə deyilədin, sən bunu bacaracaqsan. Yəni öz ifadələrimlə və onu da qrup fəaliyyətinə qatarkən, yəni elə sadə hərəkət verməliyəm ki, o onu yerinə yetirə bilsin də. Yəni uşaq birdən-birə mürəkkəb hərəkət vermərəm. Sadə hərəkəti yerinə yetirəndikcə onda özgüvən yaranacaq ki, artıq mən bunu bacarıram. Ondan sonra daha da mürəkkəb hərəkətləri sadədən mürəkkəbə doğru verərəm və onda da uşağı özünə inam formalaşdıraram. Tərifləyərəm, tərifləyici sözlərdən istifadə edərəm. Biz deyirdik, məsələn, uğur pedaqogikası var uşaq yönümlü təhsildə. Uşaqların ən xırda uğurlarını da biz qiymətləndirməliyik. Bəli, bizim üçün sadə bir şey ola bilər, amma onlar üçün böyük bir şeydir. Plastindən sadə bir şey düzəldə bilər. Deyərik ki, məsələn, bizim üçün, amma onların sadə bir hərəkətini də tərifləyərik. Məsələn, rəsm çəkək, deyərik ki, necə də gözəldir, necə də səliqəli rəngləmsən, amma məsələn, çox da səliqəli deyil. Amma biz uşaqlardan birdən-birə o bacarığı əldə edə bilmərik. Axı yavaş-yavaş onu adaptasiya eləmək lazımdır. Yoxsa uşaqlarda həvəs itər. Bəli. Son bir dənə də sual verin müəlliməm. Deyək ki, məsələn, sizin bir iş yoldaşınız var, o daimi şəkildə uşaqlara fiziki zorakılıq tətbiq edir. Yəni, siz məsələn bu otaqdasınız, müşahidə edirsiniz ki, digər qrupda uşaqlara qışqırır, uşaqları vurur. Nə edirsiniz bu müəllimə ilə? Bu ilk növbədə həmən yoldaşımla söhbət apararam ki, yəni niyə bu uşaqları eləyirsiniz? Bizim əsas vəzifələrimizdən biri də uşaqları qorumaqdır. Yəni uşaqları kimsə göndərməyib ki, biz orada uşaqların üstünə qışqıraq, danlayaq. Yəni bunlar yol verilməz hərəkətlərdir. Bunun düzgün bir addım olmadığını başa salaram. Yəni əgər bu yenidən baxaram ki, yox, yoldaşım bu hərəkətlərə davam edir və müdürüyə deyərəm ki, yol verilməzdir bu hərəkətlər. Yəni biz uşaqları orada çığırmaq, danlamaq, yəni bu bizim hüququmuz deyil. Biz onları qorumalıyıq, onları başa düşməliyik. Çünki onlar çox kiçik, körpə yaşlı uşaqlardır. Yəni başa düşməliyik ki, o hərəkəti niyə elədi? Yəni biz bu yol verilməz hərəkətdir. Uşaqları qışqırmaq əsl olmaz. Nə oldu müəllimə? Çox sağ olun. Siz də sağ olun. Nuray müəllimə. Bəli, müəllimə. Özünüzü təqdim edin müəllimə. Deməli, mən Qaraşlı Nuray Səlanı qızı 17 avqust 2005-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 2011-ci ildə Yevlax rayonunun Varvara kənd Tarihi Səməd adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuş. 2022-ci ildə bu məktəbin 11-ci sinifini bitirmişəm. Elə həmin ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məktəbə qədər təhsil ixtisasına daxil olmuşam. 3 illik təhsil həyatımda bir sıra nailiyyətlərim, fəxri fərmanlarım, sertifikatlarım olmuşdur. Ümumi sayı 40-dan çox sertifikat və təşəkkürnaməyə layiq görülmüşəm və oxuduğum təhsil müəssisəsini 2 fəxri fərman ilə bitirmişəm. Həmçinin bununla yanaşı Həmkarlar İttifaqının üzvüyəm, yəni ora üzvlüyə qəbul olunmuşam və bununla yanaşı kompüter operatoru ixtisasına da malikəm. Belə ki, Mingəçevir şəhər Abral Akademiyada kompüter kurslarına daxil olmuş və son nəticəsi 150 testin nəticəsinə əsasən qırmızı diploma layiq görülmüşəm. Word, Excel, PowerPoint və Access proqramlarına tam şəkildə yiyələnmişəm. 29 avqust 2025-ci ildə Mingəçevir şəhər 14 saylı məktəbdə bağça müəllimlərinin işə qəbul imtahanına daxil olmuş və imtahanı 44,5 bal ilə nəticələndirmişəm və hal-hazırda, belə deyək, özümüzü orada hiss eləyək, hal-hazırda müsahibə mərhələsindəyəm. Ümidvaram ki, bir müəllim olaraq və şəxsiyyət olaraq cavablarımdan
xoşhal olarsınız. Bəs biz Nuray müəlliməni nəyə görə seçməliyik? Belə düşünürəm ki, mən yəni bura gəlmişəmsə, yəni müəlliməmsə, şəxsi fikirlərimi bildirmək istəyirəm. Əgər mən ilk başdan bu peşəni seçmişəmsə, deməli bu peşədə mənim qarşıma çıxacaq bir sıra çətinliklər olacaq. Düşünürəm ki, bu çətinlikləri dəf edəcəm. Uşaqlara tək təlim vermək, belə deyək, hər müəllimin işidir. Uşaqlara tək təlim vermək deyil, onlara tərbiyə vermək, onların ikinci, belə deyək, valideyni olmaq, ikinci dostu olmaq istəyirəm. Və öz işimin öhdəsindən də, peşəmin öhdəsindən də tam mükəmməl gələcəyimə əminəm. Bəs valideynlərin etibarını necə qazanarsınız, yəni iş həyatınızda? Etibar qazanmaq nəinki belə düşünürəm ki, işlədiyimiz müəssisədə, həmçinin həyatda da asanlıqla qazanılacaq bir şey deyil. İlk öncə buna vaxt, səbir, zaman və hərəkətlərimiz lazımdır. Valideyn ilk baxışdan belə deyək, məni tanımaya bilər, mənimlə bağlı müxtəlif təəssüratlar yarana bilər. Lakin bacardığım qədər özümün, belə deyim, vicdanlılıq deyilən bir prinsipimiz var. Yəni buradan çıxış edərək, valideynlə müəyyən əməkdaşlıqlar quraraq, daha sonra onun övladına, belə deyim, hər bir valideynin ən həssas nöqtəsi onun övladıdır. Onun övladına necə yanaşdığımı, müsbət şəkildə yanaşdığımı göstərərək, yəni sırf hərəkətlərimlə bunları bildirməyə çalışaram, etibarını qazanmağa çalışaram. Bəs sizcə oyunlar uşaqlara nə qazandırır? Belə düşünürəm ki, oyun uşaq həyatının ən, belə deyək, pik nöqtəsidir. Yəni, hətta Makarenkonun belə bir sözü var idi ki, böyüklərin həyatında iş necə, belə deyək, önəmlidirsə, uşağın həyatında da oyun bir o qədər önəmlidir. Düşünürəm ki, oyun uşağın, o uşaqlıq deyilən müəyyən yaş mərhələsi var ki, uşaq o yaşdan sonra təbii ki, oyuna çox meyil etmir. Daha sonra onun təlim həyatı başlayır. Düşünürəm ki, o dövründə uşağı bolca oyunlara cəlb etmək lazımdır. Çünki və oyunun həyatımızla o qədər əlaqəsi var ki, məsəl üçün adi bir misal çəkə bilərik ki, çəmbərdən kənara çıxma oyunu var ki, biz onu hal-hazırda həyatımızda da tətbiq edirik. Müəyyən məsələlər, müəyyən nüanslar olur ki, biz o çəmbərdən kənara çıxmırıq, o səddi aşmırıq. Yəni bu hissələr var. Bəs uşaqlarda dostluq münasibətlərini necə qurarsınız? Uşaqlarda dostluq münasibətlərini ilk öncə təbii ki, öz fərdi, belə deyək, müəllim olaraq uşaqlara o anlayışı öz anlaq səviyyələrinə uyğun olaraq irəli sürməyə çalışıram. Və video roliklər izlədərəm. Daha sonra dostluqla bağlı müəyyən nağıllar oxuya bilərəm. Yəni uşaqların öz aralarında, məsəl üçün elə tipdə uşaq var ki, məsəl üçün deyək, sakitdir, dostluğa cəlb olunmur. Yəni onu dostluğa cəlb edərəm, dostluğun gözəlliyini onlara aşılayaram ki, hərəkətlərimlə də aşılayaram ki, yəni bu mövqedə çıxış eləyərəm. Bəs deyək ki, uşaqlardan biri məşğələdə iştirak etmək istəmir. Uşaqlara necə motivasiya verərsiniz ki, yəni hər biri məşğələdə iştirak etmək istəsin? Təbii ki, bütün uşaqların məşğələdə iştirak etmək həvəsi var deyə bir şey yoxdur deyə düşünürəm. Onu biz yaratmalıyıq, onda biz aşılamalıyıq. Düşünürəm ki, məsəl üçün, uşağı ilk öncə fərdi yanaşıram. Yəni, müşahidə edərəm. Bir müddət müşahidə edərəm ki, məsəl üçün, bağça qruplarında da biz praktikadan da bunu bilirik ki, məsəl üçün, uşaq var, fəaldır, uşaq var, bilir, amma özünü irəli cəlb etmir. Ya onun səbəbini araşdıraram, niyə iştirak etmək istəmir, niyə, yəni, bunun səbəblərini araşdıraram. Daha sonra isə əlimdən gələni bir müəllim olaraq, bir, belə deyək, dost olaraq, təbii ki, uşaqlarla dost olmalıyıq, bir müəllim olaraq ona motivasiya verərəm, onun maraqlarına dair çıxış edərəm. Bəs sizcə ideal müəllim necə olmalıdır? Düşünürəm ki, ideal müəllim, ümumiyyətlə müəllimlik peşəsi ən ideal peşələrdən, yəni ən ideal peşədir deyərəm. Çünki digər peşələri də yetişdirən elə müəllimlik peşəsidir. Əsl ideal müəllim, şəxsi fikrimə qalsa,
ilk öncə bir şəxsiyyət olmalıdır. Vətəninə bağlı, torpağına, dövlətinə bağlı bir şəxsiyyət olmalıdır. Yəni sırf öz çıxarları üçün belə deyim, o peşəni seçməməlidir. Məsəl üçün mən bu gün maaş alıram və yaxud da ki, mənim buradan bir çıxarım var deyə bu peşəni seçməli deyil. Bu peşəyə bütünlüklə özünü sərf etməlidir. Yəni qabiliyyətlər var ki, məsəl üçün akademik, didaktik, yəni hər cəhətdən müəllim özünü bu peşəyə belə deyim, can qoymalıdır. Bəs dedik ideal müəllim belə olur. Bəs pis müəllim necə olur sizcə? Yəni kimə siz deyirsiniz ki, məsələn, bunun heç müəllimlikdə haqqı yoxdur. Yəni kaş ki bu müəllim olmazdı. Düşünürəm ki, əslində pis müəllim deməzdim də, sadəcə belə deyim, müəllimlik prinsiplərini bilməyən, ona əməl edə bilməyən müəllim deyərdim. Necə olur? Məsələn, uşaq yönümlülükdən istifadə etmir. Sırf məsəl üçün müəllim yönümlülükdən istifadə edir. Müəllim uşağın şəxsi fikirlərini öyrənmir. Yox, elə mən dediyim düzdür deyən müəllim məncə belə deyim, o prinsiplərə, müəllimlik prinsipinə əməl etməyən müəllimdir ki, biz burada uşaqların belə deyək, şəxsiyyətini nəzərə almalıyıq. Var müəllim məsəl üçün uşağın şəxsiyyətinə toxunub, yəni bunu mən ədalətli müəllim kimi düşünmürəm. Bağçada qida normaları necə olmalıdır? Bağçada qida normaları ilk öncə təhlükəsiz olmalıdır. Daha sonra müxtəlif qidalar olmalıdır. Məsələn, uşaq hər gün dayanmadan eyni qidanı qəbul etməməlidir. Fərqli təyyamlar olmalıdır. Çünki uşaq hər bir sahədə, o yaş dövrü elə bir yaş dövrüdür ki, məktəbə qədər yaş dövrü. Uşaq hər bir sahədə belə deyək, yenilik axtarır. Oyuncaqda da, təlimdə də, eynilik yeməkdə də. Daha sonra nə həddindən artıq belə deyək, yağlı qidalardan istifadə olunmamalıdır, nə həddindən artıq duzlu, belə deyək, şirin qidalardan istifadə olunmamalıdır. Təbii ki, norma qorunmalıdır. Məmməd, didaktik prinsiplərimiz hansılardır? Didaktik prinsiplərimiz səhv eləmirəmsə, uşaq yönümlülük, inkişaf yönümlülük, daha sonra tələb yönümlülük, inteqrativlik, Azərbaycançılıq, dünyəvilik, şəxsiyyət yönümlülük. Onlar haqqında danışa bilərsiniz? Məlumat verin hər biri haqqında. Danışaram. Məsəl üçün, nəticə yönümlülük bayaq qeyd etmədim, indi yadıma düşdü. Nəticə yönümlülük prinsipinin əsas məqsədi nədən ibarətdir? Təlimin əvvəlcədən qeyd olunmuş nəticələr əsasında qurulması deməkdir. Yəni biz hər hansı bir təlimə başlayırıqsa, deməli onun əvvəlcədən nəticəsinin, ona hansı nəticəyə çatacağımızı qeyd etməliyik, bilməliyik. Uşaqların hansı mövqedə inkişaf edəcəyini bilməliyik. Daha sonra tələb yönümlülük prinsipi vardır ki, dövlətin dəyişən tələblərinə uyğun olaraq, məsəl üçün, yeni texnikalar, innovasiyalar gətirmək, hər hansı bir deyək, sahəmizdə, bizim sahəmizdə yeni bir yenilik olarsa, biz onu gətirməliyik, belə deyək, uşaqlara irəli sürməliyik. Daha sonra inkişaf yönümlülük vardır ki, uşaqların inkişafı, diaqnostik qiymətləndirilməsi, yəni bunlar daxildir. İl boyunca deyək, qiymətləndirilməsi, bunlar daxildir. Daha sonra şəxsiyyət yönümlülük vardır ki, uşağın şəxsi gigiyena qaydalarına əməl etməsi, belə deyək, şəxsi inkişafı, qidalanması, sağlamlığı bu mövqedən çıxış etməliyik. Daha sonra inteqrativlik vardır ki, məsəl üçün, hər hansı biz təlim keçiriksə, biz onu nələrlənsə əlaqələndirməliyik və yaxud uşağın həyatı ilə, yəni bildiyimiz kimi təlim sadəcə 4 divar arasında qalmaqdan ibarət deyil. Məktəbin, bağçanın divarlarında qalmaqdan ibarət deyil. O həyatla, dünya ilə, ailə ilə əlaqələndirməlidir ki, uşaq bunu gələcəkdə həyatına da tətbiq edə bilsin. Daha sonra varislik vardır. Məsəl üçün, uşaqların yaşına uyğun qurulmalıdır təlim fəaliyyəti. Elə uşaq var ki, tez götürür dərsi deyək, elə uşaq var ki, gec götürür. Yəni, bunları nəzərə alaraq biz təlim fəaliyyətini qurmalıyıq. Uşaq yönümlülük vardır ki, uşaq yönümlülük uşağın maraqlarını nəzərə alaraq buradan çıxış etməliyik. Və Azərbaycançılıq vardır. Azərbaycançılıq dövlətimizin, uşaqlarda belə deyək, vətənimizə qarşı sevgi oyatmalıyıq, vətənimiz haqqında məlumat verməliyik. Daha sonra belə deyək, son hadisələr, məsəl üçün 44 günlük müharibə, son yeniliklər, hər biri haqqında məlumat verməliyik. Dünyəvilik isə belə düşünürəm ki, bir növ qərəzsizliyə gəlib çıxır. Yəni, dini olmama, məsəl üçün belə deyək,
dünya ilə məlumatlandırmalıyıq. Təhsil belə deyək, vətənimizdə kifayətlənə bilmərik. Təbii ki, uşağın dünya görüşü də artmalıdır. Oldu müəllimə, çox sağ olun, əla. Sağ olun. Sahil yazılı müəllimə. Müəllimə, Sahil dediniz? Bəli, elə yazılıbdı adınız. Bəli, müəllimə, oğlumun adıdır müəllimə, dəyişəcəm. Siz hansı müəllimə idiniz? Mehdiyeva Güney. Aha, lap yaxşı. Müəllimə, özünüzü təqdim edin. Mən Mehdiyeva Güney Tanrıverdi qızı, 1992-ci il Ağcabəd rayon Hacbədəli kəndində anadan olmuşam. 1999-2010-cu illərdə Hacbədəli kənd orta məktəbinin ibtidai sinifdə təhsil almışam. Daha sonra 2011 və 2015-ci illərdə Ağdaş Dövlət Humanitar Kollecində ailə və ev təhsili ixtisası üzrə təhsil almışam. Daha sonra kimdir, müəllimə, həyəcanlıyam biraz. Yavaş danışın müəllimə, tələsməyin müəllimə. 2025-ci il avqustun 29-da məktəbə qədər müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanında iştirak etmişəm və həmin müsabiqədə 47,75 bal toplayaraq müsahibə mərhələsində dəvət almışam. Nəyə görə tərbiyəçi müəllim olmaq istəmisiniz müəllimə? Dediniz ki, məsələn, ailə və ev təhsilini bitirmisiniz. Bəs nə üçün tərbiyəçilərin işə qəbulunda iştirak etdiniz? Müəllimə, düzü əvvəllər işləmək istəmişəm. Ailə vəziyyətimə görə, yəni yoldaşımın icazəsi olmadığına görə bu vaxta qədər işləməmişəm. Daha sonra isə həm də test imtahanları olmurdu əvvəl. İndi test imtahanı olduğuna görə işləmişəm. Həm də müəllimə deyirlər ki, ailə və ev təhsili məktəbə qədər müəssisədə işləyə bilər deyə ona görə bu imtahanda iştirak etmişəm. Belə cavab versəniz, məsəl üçün daha çox uşaqlara olan sevginizdən danışa bilərsiniz. Orada yoldaşım icazə vermir sözün deməyin də, yəni. Nə üçün yəni? Mən inanırsınız, yalan danışa bilmirəm deyə indi bir anlıq özümü elə bildim ki, müsahibədə deyiləm, yəni siz şəxsi soruşursunuz ona görə. Bəli, müəllimə, mən tərbiyəçi müəllim olmağımı, uşaqlara olan sevgimdən irəli gəlir. Həqiqətən də işləmək mənim ən böyük arzum olub. İndiyənə qədər də bu üzrə çalışıram ki, hər hansı bir müəssisədə çalışım, uşaqlara təhsil verim, qayğı göstərim, uşaqlara sevgi aşılayım. Daha sonra uşaqları bir şəxsiyyət kimi yetişdirim. Yəni hər bir müəllimin vəzifəsi uşaqları bir şəxsiyyət kimi böyütməsidir. Mən də bu işdə özümü görürəm. Uşaqlarla işləmək mənə həqiqətən də güc verir. Ümumiyyətcə müəllimlər, bütün suallara cavab verərkən, yəni bir anlıq gözünüzü yumun, elə bilin ki, həqiqətən də komissiya üzvlərinin qarşısındasınız. O şəkildə cavab verin. Müəllimə, indi mən orada desəm ki, yəni indi məndən sorsalar ki, mənim ixtisasım ailə ev təhsilidir. Desələr ki, bəs nə yaxşı tərbiyəçi olursunuz, yenə də mən uşaqlara olan sevgimdən danışa bilərəm də, yəni o barədə. Bəli, təbii ki, deyin ki, yəni bağçada işləməyə həqiqətən də həvəsim var. Ona görə də elə mən də bağça müəllimi olmaq istədim. Yəni bu şəkildə danışa bilərsiniz psixoloji cəhətdən. Özünüzdə sevdiyiniz və sevmədiyiniz xasiyyətlər hansılardır müəllimə? Müəllimə, özümün sevdiyim xasiyyətim, mən bir mehriban insanam, heç kəslə konflikt yaşamağı, münaqişə etməyi xoşlamıram, diqqətçiləm, məsuliyyətliyəm. Mənfi cəhətim isə biraz kövrəyəm, yəni hər hansı bir işim çətinliyə düşərsə, kövrəyanlarım çox olur da, yəni bir növ özümə qapalan bir insanam. Ona görə də müəllimə, o tiplərdə də var, melixanik tipi bir növ özümü oxuyarkən o tipi özümə gördüm də, yəni. Müəllimə, sizin üçün yəni oyunlar nə deməkdir? Oyunlar deyəndə nə başa düşürsünüz? Bəli, müəllimə, oyun başlıca tərbiyə vasitəsidir. Yəni uşaqlar oyunlar vasitəsilə müəyyən bir bacarıq vərdişlər əldə edirlər. Oyun uşaqların və körpələrin öz dünyalarını dərk etməsi üçün istifadə etdikləri bir vasitədir. Oyunlar vasitəsilə uşaqlar deməli dostluq münasibətləri formalaşır uşaqlarda, qrupda özlərini inamlı hiss edirlər, paylaşmağı bacarırlar. Daha sonra bir də müəllimə, uşaqlar 6 aydan başlayaraq uşaqlar oyunu düzgün istiqamətdə formalaşır uşaqlarda və bu zamanda tərbiyəçi müəllimin, valideynlərin uşaqlara kömək etməsi zəruri haldır. Oyunlar daha çox tək halda da keçirilə bilər, qrup şəklində də oyunlar deməli keçirilə bilər. Daha sonra oyunlar
Uşaqların ünsiyyətinə oyunlar müsbət təsir göstərir. Uşaqlarda nitq bacarıqları formalaşır. Daha sonra bunlarla yanaşı uşaqlar oynayarkən onların bir növ başları qarışmış olur və bu zamanda digərlərinin diqqətinə ehtiyacları qalmır oyunlar oynayarkən. Daha sonra oyunlar bir neçə növlər də vardır. Əsas və yaradıcı və qaydalı oyunlar vardır. Yaradıcı oyunlar uşaqların öz təxəyyülünün məhsuludur və bu zaman uşaqların təfəkkürü, təxəyyülü inkişaf edir. Yəni özlərinin yaradıcılığı, uşaqların yaradıcılıqları formalaşır. Qaydalı oyunlar isə müəyyən qaydalarla həyata keçirilir. Yəni öz ardıcıllıqları olur və uşaqlar həmin oyunları müəyyən qaydalarla həyata keçirirlər. Bəs biz Günel müəllimə niyə seçməliyik? Mən uşaqlarla işləməyi yenə də qeyd edirəm ki, uşaqlarla işləməyi çox sevirəm və öz üzərində də çalışıram ki, yəni yeni məktəbəqədər təhsil sahəsində bilik bacarıqları əldə edeyim, öz biliyimi inkişaf elətdirim, yeniliyə açıq olum, təlimlərdə çalışaram ki, təlimlərdə iştirak edeyim. Belə müəllimə. Biraz mənim nitqimdə də problemlər var, həm də həyəcanım çox olur. Nitqinizdə problem yoxdur müəllimə, sadəcə tələsməyin, yəni yavaş-yavaş. Yəni müsahibədə cavab verəndə də, yəni maksimum, yəni yavaş. Mən ictimai imtahanında da iştirak elədim, onda da bəlkə də tez danışmağıma, həyəcanıma görə kəsildim, o da mənim pis təsir elədi. Yox, yəni pis olmayın müəllimə, təbii ki, xeyirlisi olsun, amma yəni öz üzərinizdə məşq edin daha çox. Evdə məsələn danışarkən fikir verin ki, daha yavaş, səlis danışmağa çalışın. Bəs valideynlərlə ünsiyyət quranda nəyə diqqət edirsiniz? Valideynlərlə əməkdaşlıq edərkən. Valideynlərlə ünsiyyət qurarkən, bəli, əsasən valideynlərlə əməkdaşlıq quraram. WhatsApp qruplarım olarsa, WhatsApp qruplarında uşaqları haqqında müsbət istiqamətdə fikirlər söyləyirəm. Uşaqların fəaliyyəti haqqında valideynlərə məlumat verərəm. Daha sonra məktəbəqədər təhsil müəssisəsində əgər tədbirlər olarsa, şənliklər olarsa, valideynlərlə əməkdaşlıq quraraq onları dəvət edərəm. Daha sonra demək olar ki, mən ancaq valideynlərlə sırf əməkdaşlıq, müsbət istiqamətdə, valideynlərlə səmimi, mehriban danışaram, onlarla ünsiyyət quraram, daha sonra uşaqlar haqqında məlumat alaram və yaxud da uşaqlar haqqında məlumat verərəm valideynlərə, bu qayda ilə əməkdaşlığımı davam etdirərəm. Bəs deyək ki, valideynlərdən biri var, o uşağını bağçaya qoymaq istəmir. Deyək ki, o uşaq onsuz da evdə hər şeyi mən öyrədirəm, bağçaya gəlməyinə ehtiyac yoxdur. Bu valideynlə necə söhbət apararsınız? Valideynə bağçanın nə qədər uşaqların inkişafında bağçanın nə qədər önəmli olduğunu vurğulayam. Çünki bağça uşaqları bir şəxsiyyət kimi formalaşdırır, şəxsiyyət yönümlü prinsip üzərində formalaşdırır. Yəni uşaqlarda idrak, ünsiyyət, psixomotor bacarıqların hər biri bağçada həyata keçirilir. Eyni zamanda bağça müəllimə bir növ ibtidai təhsilin demək olar ki, bir pilləsidir. Yəni əvvəl uşaqlar bağçada olan müddətdə adaptasiya olunur, məktəb həyatına bir növ alışmış olur. Yəni uşaqlar, biri var ki, evdə uşaqlar tək fəaliyyət göstərsin, tək olsun. Burada uşaqlar, bağçada isə uşaqlar qrup halında, kollektiv şəkilində olur və uşaqların ünsiyyəti, dostluq münasibət qurması, paylaşması hər biri bağçada formalaşır. Ona görə valideynə tövsiyə edərdim ki, uşağı vaxtında bağçaya qoysun. Bəs hiperaktiv uşaqlarla necə məşğul olarsınız? Hiperaktiv uşaqlar hərəkətlərini tənzimləməkdə çətinlik çəkən uşaqlardır. Ona görə də çalışıram ki, bir növ bu uşaqlara biraz hərəkətli oyunlar vereyim. Təlim fəaliyyətim zamanı tez-tez fasilələr eləyərəm və fasilələrimi də müsbət istiqamətdə. Fasilə dəqiqələrində rəqs hərəkətləri həyata keçirərəm, musiqi səsləndirərəm, daha sonra idman dəqiqələri keçirərəm ki, hiperaktiv uşaqların enerjiləri müsbət istiqamətdə yönəlmiş olsun. Bəs uşaqlar arasında konflikt yaşansa nə edirsiniz? Uşaqlar arasında konflikt yaşanarsa, əvvəlcə mən vəziyyətdə sakit yanaşaram və təhlükə yaranmasın deyə uşaqları bir-birindən ayırıram. Və hər iki uşağa da özünü ifadə etmək üçün şans verərəm. Yəni mən hər iki uşağı ayrı-ayrılıqda dinləyərəm və günahın yəni bir yerdə onlarla söhbət aparsam, mən onu araşdıra bilmərəm ki, günah hansı uşağın üzərindədir. Mən onlarla ayrı-ayrılıqda, fərdi şəkildə söhbət apararam və baş verən konfliktin səbəbini öyrənməyə çalışıram. Daha sonra isə uşaqlara barışmaq haqqında, dostluq haqqında ətraflı məlumat verərəm və uşaqları bir-birinlə barışmasına sövq edərəm.
Bəs dediniz uşaqlara paylaşmağa öyrədərsiniz. Uşaqlarda paylaşmaq hissi necə yaradarsınız? Ki uşaqlar bir-birinə paylaşsınlar, bir-birinə hörmət eləsinlər. Bəli, müəllimə, elə uşaqlar olur ki, asosial uşaqlar olurlar, evdə tək olurlar və belə uşaqlar paylaşmağı sevmirlər və ümumiyyətcə digər uşaqlarla bir yerdə oynadıqda görürsən ki, bir kənara çəkilirlər. Mən özüm də onu müşahidə eləmişəm. Yəni heç bir oyuncaqlarını paylaşmaq istəmirlər. Sadəcə olaraq bu uşaqları belə uşaqlar, ümumiyyətcə paylaşmağı sevməyən uşaqlarda bu hissi formalaşdırmaq lazımdır. Əgər bir fəaliyyətlə məşğul olarkən bir əşya var, əlimizdə bir əşya varsa, növbəli şəkildə bu əşyadan istifadə etməyi uşağa başa salaram. Daha sonra birinin nəsə bir, məsələn, karandaşı olsun, yoxdursa, digər uşaqdan da onu istəyirsə, mən ona şərait yaradaram ki, başa salaram ki, yəni biz əgər bir qrupdayıqsa, bir məşğələdəysə, biz əlimizdə olanı digər dostlarımızla paylaşmalıyıq. Vaxt olar, sənin də ehtiyacın olar, o da sənə öz karandaşını, qələmini verə bilər. Ona görə də bu cür sözlərlə həmin uşaqda bu hissi formalaşdırmaq lazımdır. Bağçada qida normaları necə olmalıdır? Bağçada qida normaları, müəllimə, uşaqların bağçada qidalar, deməli, yağlı qidalardan istifadə etmək olmaz. Qidalar təmiz olmalıdır, təzə olmalıdır. Vaxtı keçmiş qidalardan istifadə etmək olmaz. Tanımadığımız insanlardan qidanı götürə bilmərik. Daha sonra yağlı, duzlu olmaz. Olsa da müəllimə, yəni miqdarında. Nə çox az duzlu olmalı deyil, ya şirin olmalı deyil, nə də çox yağlı və şirin, duzlu olmalı deyil. Yəni hər biri öz miqdarında olmalıdır. Daha sonra məktəbə qədər təhsil müəssisəsində meyvələrdən, süd məhsullarından, meyvə tərəvəzlərdən istifadə olunmalıdır. Qida müxtəlifliyi olmalıdır. Yəni uşaqlar eyni qidanı hər gün istifadə edilsə, uşaqlar yəni yeməzlər də, mənim bir növ bezə bilərlər. Ona görə də qida müxtəlifliyi olmalıdır. Məşğələlərdə motivasiya necə qurarsınız? Məşğələdə motivasiyanı motivasiya ümumiyyətcə özü uşaqları cəlb etmək deyil, cəlb etmək, uşaqlarda maraq oyatmaqdır. Ona görə də motivasiyanı qurarkən uşaqlara müsbət istiqamətdə, yəni uşaqlara müsbət sözlər söyləyərək motivasiyanı gücləndirmək olar. Hər hansı bir fəaliyyət uşaq yerinə yetirərsə, mən onu müsbət istiqamətdə tərifləyirəm. Yəni uşağın kiçik bir nailiyyəti varsa, mən onu tərifləyirəm. Daha sonra motivasiyanı müəllimə cəza şəklində yox, müsbət istiqamətdə gücləndirərəm. Yəni, afərin, sən bu işi çox gözəl işləmirsən və bundan da daha gözəl işləyə bilərsən, bu cür motivasiya verici sözlərdən istifadə edərəm. Bəs ümumiyyətcə uşaqlarla ünsiyyət qurarkən nələrə diqqət edərsiniz? Uşaqlarla ünsiyyət qurarkən müəllimə, uşaqlarla bir növ sakit şəkildə, təmkinli şəkildə, mehriban şəkildə danışmaq lazımdır. Bir növ özümüzü uşağın yerinə qoyarıq ki, biz də körpü uşaq kimi, yəni uşaq nə istəyir? Uşaq bizdən sadəcə onu əzizləmək, onunla mehriban ünsiyyət qurmaq istəyir. Ona görə də biz uşaqlarla çalışmalıyıq ki, bütün fəaliyyətlərdə, məşğələ zamanı, tədris fəaliyyəti zamanı hər zaman uşaqlara mehriban olaq, bir növ uşaq yönümlü yanaşmanı tədris edək. Uşağın meylinə, marağına uyğun fəaliyyətlər seçək. Uşağın marağına uyğun oyunlardan istifadə edək. Bu zamanda müəllimə, uşaqlar özlərini qrupda inamlı hiss edir, uşaqlar özünü lazımlı hiss edir. Bu cür uşaqlarla ünsiyyət qurmaq olur mən. Oldu müəllimə, çox sağ olun. Bugünlük kifayətli, vaxtımız çünki azdır. Bəli müəllimə. Siz də sağ olun müəllimə. Siz sağ olun. Simarə müəllimə. Bəli. Salam müəllimə. Salam. Özünüzü təqdim edin müəllimə. Bəli. Əvvəla bir daha salam. Mən Rizvanlı Simarə Tərxan qızı, Füzuli rayonunda doğulub böyümüşəm və hazırda da həmin rayonda yaşayıram. 2016-2020-ci illərdə Şuşa Humanitar Kollecinin Məktəbəqədər Təlim və Tərbiyə Fakültəsinin tərbiyəçi pedaqoq ixtisasında təhsil almışam. Təhsil aldığım illər ərzində kollecin təşkilat işlərinə rəhbərlik etmişəm. Dünya Azərbaycan tələbə gənclərini Respublika üzrə keçirilən ikinci forumunda kolleci təmsil etmişəm. Özümü inkişaf etdirmək məqsədi ilə orta səviyyəli rus dili təhsili və 3 proqram əsaslı kompüter təhsili almışam. Kompüter sahəsində sertifikatım da var. Öz ixtisasımın praktik əsaslarına yiyələmək məqsədi ilə Indigo Uşaq Bağçası Bağçalar şəbəkəsinin təşkil etdiyi master tərbiyəçi proqramına qatılmış 4 ay müddətində 4 müxtəlif bağçada ixtisasımın praktik əsaslarına yiyələnməyə çalışmışam. 2025-ci ildə
2025-ci il müəllimlərin işə qəbul müsabiqəsində iştirak etmiş, 44.5 bal toplayaraq müsahibə mərhələsində iştirak etməyə haqq qazanmışam. Üzr istəyirəm mənim uşağın səsinə görə. Problem varsa müəllimə, başqa müəllimə sual verirsiniz. Gəlin dəfə qal. Yox, buyurun. Aha. Ayaqda sizi gözləyirəm. Aha, oldu müəllimə. Onda öz müsbət və mənfi xüsusiyyətlərinizdən danışın. Müsbət xüsusiyyətim olaraq bunu deyə bilərəm ki, daxil olduğum mühitdə tez adaptasiya olmağı bacarıram. Şəxslər arası intellektə malik olduğumu fikirləşirəm. Tez adaptasiya olmağı, əməkdaşlıq qurmağı, bildiyimi öyrətməyi və öyrənməyi sevən insanlardanam. Mənfi xüsusiyyət olaraq bunu deyə bilərəm ki, qarşılaşdığım hadisələrin təsiri bir müddət məndə psixoloji və fiziki olaraq təsir edir. Yuxusuzluq təsiri olur. Qarşılaşdığım hadisəni çox fikirləşirəm. Müsbət cəhətim uşaq mühitində isə müsbət cəhətim olaraq onu deyə bilərəm ki, hadisələrə tez müdaxilə etməyi, soyuqqanlı olmağı bacarıram. Bir neçə saniyə ərzində hadisələri qiymətləndirməyi və düzgün müdaxilə etməyi bacardığımı düşünürəm. Bəs başqaları Simarə müəllimə necə tanıyır? Məni başqaları ünsiyyətçi, şən, əhval-ruhiyyəli, deyib gülən, qəmginliyə düşməyən, səbirli, təmkinli olaraq ətrafım məni belə tanıyır. Müəllimə, cavabları verərkən çalışın ki, daha yavaş danışın. Yəni hər birinizə tələsməyin. Bilirəm, yəni olur insanda həyəcandan olur biraz tez-tez danışmaq, amma çalışın ki, yavaş danışın, tələsməyin. Bəli, ətrafımda da bunu məndə vurğulayırlar ki, yüksək səs tonu və tez, həyəcanlı danışdığımı ətrafımdakılar da vurğulayır mənim. Öz üzərinizdə yəni biraz çalışın ki, daha səlis cavab verin. Aha. Tərbiyəçinin hansı hüquq və vəzifələri var, deyə bilərsiniz? Tərbiyəçinin hüquqları mükafatlandırılmaq, sağlam və təhlükəsiz şəraitdə öz təhsilini tədris etmək hüquqları var, hörmətlə yanaşılmaq hüquqları var və təhsilin idarə olunması proqramlarında öz fikirlərini önə sürmək hüquqları var. Vəzifələri isə uşaqların hüquq və vəzifələrinə hörmətlə yanaşmaq, uşağın şəxsiyyətinə hörmətlə yanaşmaq, valideynlərlə, həmkarları ilə əməkdaşlıq etməyə bacarmaq, qayda-qanunlara riayət etmək, təhlükəsiz və sağlam mühit yaratmaq vəzifəsi var. Bəs uşaqların hüquqları hansılardır? Uşaqların hüquqları sağlam qida ilə təmin olunmaq, şəxsiyyətinə hörmətlə yanaşılmaq, təhlükəsiz mühitdə təhsil almaq, dövrün tələblərinə riayət edən təhsil müəssisəsi ilə təmin olmaq hüquqları var. Rayon haqqında da məlumat verə bilərəm. Bəli, buyurun. Mən Füzuli rayonundan gəlmişəm. Tarixi məlumat olaraq 1930-cu ildə rayon olaraq qurulmuşdur Füzuli rayonu. 1993-cü il 23 avqust tarixində erməni işğalçılar tərəfindən işğal olunmuş. Rayonun sadəcə 13 kəndi Azərbaycanın nəzarəti altında qalmışdır. 2020-ci ildə Şücaətli ordumuz tərəfindən 17 oktyabr tarixində rayonun 53 kəndi və rayon mərkəzi işğaldan azad edilmişdir. Əsasən rayon baramaçılıq, taxılçılıq və pambıqçılıq təsərrüfatları ilə məşhurdur. İşğaldan azad olma dövründən sonra isə Füzuli rayonunun adı daha çox yenidən qurma və bərpa işlərində, əhalinin geri köçürülməsi işlərində daha çox hallandırılır. Qarabağın giriş qapısı olan Zəfər qapısı Füzuli rayonundan keçir və Qarabağda ilk hava limanı Füzuli rayonunda inşa edilmişdir. Füzuli rayonunun bir şəhəri var, Horadiz şəhəri. Mənim atam da 1993-cü ildə Horadiz əməliyyatlarında fəal iştirak etmiş və Qarabağ müharibəsi iştirakçısıdır. Lap yaxşı. Sizcə bir tərbiyəçi hansı bacarıqlara sahib olmalıdır? Əlbəttə ki, tərbiyəçi əsas olaraq, prinsip olaraq təşkilatçılıq və didaktik prinsiplərə sahib olmalıdır. Bundan əlavə perspektiv, sugestiv və kommunikativ bacarıqlara da sahib olmalıdır. Bəs siz müəllim kimi uşaqlarda hansı dəyərləri formalaşdırarsınız? Əlbəttə, ilk növbədə mənim öz qrupumda vətənpərvərlik, Azərbaycançılıq dəyərlərinin inkişaf etdirildiyi bir mühit yaradılmalıdır. Mən bunu ön plana çəkərəm. Bundan əlavə, güvənli, hörmətə əsaslanan ünsiyyətin qurulması, mehribançılıq, əməkdaşlıq kimi əxlaqi keyfiyyətləri öz qrupumun uşaqlarına aşılamağa çalışaram.
Valideyn uşağı götürməyə gecikərsə tərbiyəçi nə etməlidir? Bunun əvvəlcə səbəbini araşdırmalıyam. Valideynin çıxılmaz vəziyyətdə olub-olmadığını aydınlaşdıraram. Əgər valideyn çıxılmaz vəziyyətdədirsə və vaxtında gələ bilmirsə, bütün halları mən nəzərə almalıyam. Valideynin məsələn sadəcə anası varsa, daha yaxın qohum-əqrabası yoxdursa, hətta mən ana qayğısını əks etməyərək uşağı öz evimə də apara bilərəm. Ünvanını dəqiqləşdirib, sənədlərdə ünvanını dəqiqləşdirib uşağı öz evinə ötürməyə də təklif edə bilərəm. Yox, əgər heç bir hal mənə kömək etmirsə, bu zaman öz evimə aparmağı belə təklif edə bilərəm. Yəni valideyni başa düşmək lazımdır. Yox, əgər məsuliyyətsizlikdən valideyn uşağını götürmürsə, bu artıq daha ciddi bir problemdir. Valideynlə konfidensial söhbət aparmaq lazımdır. Uşağın hüquqlarına, şəxsiyyətinə zərər verməmək, onu digər qrup yoldaşlarından kənarda qoymaq deməkdir bu. Valideynlə konfidensial söhbət apararam və bu halın bir daha təkrarlanmaması üçün şərait yaradaram. Müəllimə, vərdiş nə deməkdir? Vərdiş tərk edilməsi və unudulması çətin olan bir prosesdir. Vərdişalı insanların gündəlik həyat tərzləri ilə əlaqədar yaradılan bir prosesdir. Bəs uşaqlarda yaxşı və pis vərdişlər olur. Məsələn, pis vərdişləri uşaqlarda necə tərk edərsiniz? Tutalım ki, uşaqda dırnaq yemə vərdişi var, barmaq əmmə vərdişi var. Nə edirsiniz bu uşaqlarla? Barmaq əmmə, dırnaq yemə kimi vərdişlər əsasən psixoloji təsirlərin nəticəsində yaranan vərdişlərdir. Bunun səbəbini araşdırmağa çalışıram. Valideynlə konfidensial söhbət aparmaq lazımdır ki, uşaq evdə də mi belədir? Evdə bəlkə başqa bir mühitdə bu vərdişlər onda ön plana çəkilmir. Bağça mühitində hansısa bir əksiklik var ki, bu problem yaranıb. Bu haqda valideynlə söhbət apararım və valideynlə əməkdaşlıq aparmaq şərti ilə mən bu vərdişi uşağa tərk edə bilərəm. Mən bağça mühitində o uşağı o vərdişi tərk edeyim, üzərində durum, təkidlə o vərdişi tərk etməyə çalışım. Amma ev şəraitində bu vərdişin üstündə durulmasın, artıq burada heç bir nailiyyət əldə edilə bilməz. Yəni o uşaq əlini ağzına aparmaq istəyirsə, mən onu müşahidə etməliyəm. Əlini ağzına aparmaq istədiyi anda onu başqa vərdişlərlə, başqa proseslərlə, oyunlarla, məşğələlərlə məşğul etmək lazımdır ki, artıq uşaq əlini ağzına aparmağı tərk etsin. Bəs deyək ki, təsvir fəaliyyət mərhələsidir. Uşaqlar hamısı şəkil çəkir, amma uşaqlardan biri boyanı əli ilə istifadə edir. Yəni tutalım şəkil çəkir, əli ilə çəkir onu. Belə uşaqlar qaydasız rəsm çəkmə texnikasına aiddir. Artıq uşaq barmaq rəngkarlığından istifadə edir. Mən bunu belə müşahidə edərdim. Düşünürəm ki, müəllim, mən uşağa çox da müdaxilə etmədən onu müstəqil fəaliyyətə yönləndirərdim. Əgər uşaq barmağı ilə çəkməyi o kiçik motor bacarıqlarının inkişafına gətirib çıxarır. Yəni buna çox da müdaxilə etməzdim. Yəni o uşağı düzgün yönləndirmə verməklə, əgər qarşımızdakı boya qida cəhətdən təhlükəsiz qidadırsa, bunu istədiyi kimi istifadə etməyə o uşağa icazə verərdim, yol göstərərdim. Bəs deyək ki, uşaq fəaliyyətlərdən imtina edir, yəni məşğələdə iştirak etmək istəmir. Bu halda nə edərdiniz? Bu halda uşağın fərdi müşahidə etmək lazımdır. Uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Burada da yeri gələrsə valideynlə konfidensial söhbət aparmaq lazımdır. Digər fəaliyyətlərdə də mi, ev şəraitində də mi uşaq kənarda qalır? Yəni bunları aydınlaşdırmaq lazımdır. Uşağın maraq dairəsini mən zaten bilməliyəm. Uşaq yönümlülük prinsipinə əsasən. Mən uşağın maraq dairəsini bilməliyəm. O maraq dairələrini məşğələyə gətirərək həmin uşağı da məşğələyə nisbətən yavaş-yavaş adaptasiya etmək olar. Bəs skafolding nədir? Scaffolding körpü deməkdir. Yəni uşağa bilmədiyi bir prosesi aşılayan zaman ona kömək etmək, dəstək olmaq mövqeyində iştirak etmək deməkdir. Bu günlük bu qədər kifayətli müəllimə, zamanımız azdır. Dəyərləndirmə olaraq necə dəyərləndirə bilərsiniz? Yaxşıdır müəllimə, sadəcə olaraq tələsməyin. Yəni sizin probleminiz odur. Tez-tez danışmayın, biraz yavaş danışmağa üstünlük verin. İnşallah ki yaxşı olacaq. İnşallah ki yaxşı olacaq müəllimə. Hər dəfə yəni belə dərslərdə iştirak elədiksə nitqiniz inkişaf eləyəcək. Aha, çox sağ olun. İnşallah siz sağ olun müəllimə. Pərvinə müəllimə. Bəli, salam müəllimə. Salam, sabahınız xeyir. Özünüzü başlayım. Bəli, özünüzü təqdim edin müəllimə.
Aha, mən Babazadə Pərvinə Hafiz qızı 2004-cü ildə 29 may tarixində Bakı şəhərində anadan olmuşam, amma əslən Qarabağlıyam, Kəlbəcər rayonundanam. Kəlbəcər rayonu da bildiyimiz kimi 1993-cü il 3 aprel tarixində Erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Lakin 44 günlük müharibədə 2020-ci il 15 noyabr tarixində işğaldan azad olunmuşdur. Mən 2010-cu və 2021-ci il tarixlərində 252 nömrəli lisey məktəbdə təhsil almışam. Daha sonra 2021-ci ildə Bakı Qızlar Universitetinə daxil olmuşam məktəbəqədər təhsil ixtisasına. Bu ixtisası da sevərək və seçərək, yəni seçib və sevərək təhsil almışam, yəni oxumuşam. Tələbə vaxtı təcrübə üçün, yəni oxuduğum müddətdə özəl bağçada təcrübədə olmuşam və burada da sertifikatla təmin olunmuşam. Bundan əlavə isə 4-cü kursda universitetin özünün göndərdiyi 132 saylı Körpələr Evi uşaq bağçasında təcrübədə olmuşam və orada da fəal iştirak etdiyimə görə sertifikatla təmin olunmuşam. Bundan əlavə də universitetin tədbirlərində olsun, bağçanın tədbirlərində olsun, fəal şəkildə, aktiv şəkildə iştirak etmişəm. Belə başqa nə deyim? Bəs başqaları Pərvinə müəllimə necə tanıyır? Başqaları məni belə tanıyır ki, həm ünsiyyətçiləm, səmimiyəm, düşdüyüm ortama belə deyim, tez alışıram, məsuliyyətliyəm, diqqətçiləm və özüm də uşaq ruhlu olduğuma görə bu bağça ixtisasını yəni daha çox ona görə seçmişəm. Yəni uşaqlarla fəal, aktiv şəkildə, yəni iş görmək olsun, oyun oynamaq olsun, vaxt keçirmək olsun, çox sevdiyimə görə də yəni bu ixtisası seçmişəm. Aha, bəs özünüzdə sevdiyiniz və sevmədiyiniz xüsusiyyətlər hansılardır? Sevdiyim xüsusiyyətim ən birinci odur ki, məsuliyyətli olmağımdır. Yəni gördüyüm hər bir işə məsuliyyətlə yanaşmağı bacarıram. Mənfi xüsusiyyətim bir dənədir ki, biraz kövrək və həssas olmağım. Başqa yoxdur. Bəs niyə tərbiyəçi olmaq istəmisiniz? Tərbiyəçi olmağı ona görə istəmişəm ki, lap elə kiçik yaşlardan özümü müəllimə kimi görmək istəmişəm həmişə. Yəni özümü başqa bir sahədə görə bilməmişəm heç vaxt və böyüdükcə də başa düşdüm ki, yəni özümü daha çox, yəni özüm də belə uşaq ruhlu olduğuma görə, əyləncəli, pozitiv biri olduğuma görə özümü bağça müəlliməsi kimi daha yaxşı görmüşəm. Bəs əgər tərbiyəçi olmasaydınız, başqa hansı peşəni seçərdiniz? Başqa hər hansısa bir peşəyə düzünə qalsa həvəsim olmayıb. Elə ona görə kiçik yaşlarından özümü sadəcə müəllimə kimi görmüşəm. Başqa bir sahədə özümü görə bilməmişəm. Deyək ki, işə başlamısınız, yəni ilk iş gününüzdə nələrə diqqət edirsiniz? İlk iş günümdə təbii ki, elə hansı bağça ilə təmin olunmuşamsa ora baxaram, yəni diqqətdən keçirərəm necə bir vəziyyətdədir. Daha sonra hansı otağa daxil oluramsa, o otağa fikir verərəm, otağın səliqəsinə, daha sonra otaqda avadanlıqların düzgün yerləşdirilməsinə, daha sonra yəni otaqda baxaram ki, əsasən yəni məşğələyə uyğun yetərincə vəsaitlər varmı, yoxmu, bunlara fikir verərəm. Daha sonra otaqdakı uşaqlarla tanış olaram, onları yaxından tanımağa çalışaram və bağçanın kollektivi ilə tanış olmağa çalışaram. İlk gün yəni bunlara üstünlük verərəm. Bəs uşaqlara qarşı özünüzü necə sevdirərsiniz? Uşaqlara qarşı özümü necə sevdirəm? İlk gündən təbii ki, uşaqlarla səmimi söhbətlər apararam, onları yaxından tanımağa çalışaram. Uşağa özünü sevdirmək üçün, yəni uşağa məncə sərt yox, əksinə uşağı başa düşərək, yəni onu anlayaraq, yəni onların dilindən danışsam, uşaqlar da təbii ki, məni sevər. Bəs nədən bilərsiniz ki, uşaqlar sizə həqiqətən çox istəyir? Nədən bilərəm? Uşaqların onsuz da yəni insanla davranışından, danışığından, məsəl üçün, əgər mənim dediyim sözü başa düşürsə və ona əməl eləməyə çalışırsa, bilərəm ki, bu uşaq məni həqiqətən çox istəyir və mənim sözümə də yəni qulaq asır və məni müəlliməsi kimi görür. Ondan əlavə də mən onunla yaxın səmimi ünsiyyət qursam, bilərəm ki, yəni uşaq məsəl üçün məni çox istəyir. Bəs sizcə tərbiyəçi hansı bacarıqlara sahib olmalıdır? Tərbiyəçi məncə hər tərəfli şəkildə məncə bütün bacarıqlara sahib olmalıdır. Çünki bilirik ki, uşaqların təməli məktəbəqədər dövrdə qoyulur. Ona görə də tərbiyəçi müəllim nə qədər yəni özü düzgün şəkildə bacarıqları həyata keçirərsə, uşaq da yəni o qədər düzgün şəkildə və hər tərəfli şəkildə inkişaf eləyər. Uşaqların da hər birinə məncə fərdi şəkildə yanaşmaq lazımdır. Bəs uşaqlardan eləsi var ki, məsələn, bağçaya gəlmək istəmir. Gəlir və yaxud da ağlayır.
İlk növbədə, yəni əslində bu normal bir haldır. Çünki uşaq yəni ilk dəfə bağçaya qədəm qoyur, yəni kiçik yaşlarından. Əvvəlcə valideynlə söhbət apararam. Yəni bağçaya niyə gəlmədiyini soruşaram. Yəni bəlkə uşağın hər hansısa bir qorxusu var, travması var, bu kimi bir şeylər. Ondan əlavə də uşağın marağını cəlb eləməyə çalışaram. Məsəl üçün valideyndən də soruşaram ki, uşağın marağı daha çox nəyədirsə, yəni bağçada onu tətbiq eləməyə çalışaram. Uşağı otaqlarla, rəngarəng otaqlarla tanış eləyərəm. Daha sonra onun sevdiyi oyuncaqla onu otağa cəlb eləyərəm. Yəni qrup fəaliyyətlərinə yavaş-yavaş qoşaram ki, o da bağça şəraitinə alışsın. Bəs deyək ki, məşğələ keçirsiniz, əlinizdə heç bir resurs yoxdur. Bu halda nə edərsiniz? Məşğələ necə təşkil edərsiniz? Əlinizdə heç nə yoxdur, amma siz məşğələ keçməlisiniz. Əslində, yəni məsəl üçün ola bilər ki, yəni uşaqlara deyə bilərəm ki, məsələn təsəvvürünüzdə canlandırın, belə bir şeylərlə, yəni idarə eləmək olar məşğələni və yaxud uşaqlara suallar verərəm, təsəvvürlərində canlandıraram. Yəni vəsaitsiz ancaq belə və yaxud da ki, əgər çəkə biləcəyimiz bir şeydirsə, ya düzəldə biləcəyimiz bir şeydirsə, əgər ona uyğun vəsait varsa, onu təşkil edə bilərəm. Və yaxud da otağa baxa bilərsiniz, məsələn. Tutalım, fiziki mühitə baxa bilərsiniz ki, tutalım, qrupda stul ola bilər, qələm, stol, şkaf. Yəni ətraf aləmə baxarsınız, bəli. İstifadə edə biləcəyiniz bir şey varsa, ondan istifadə edə bilərsiniz və yaxud da uşaqları həyətyanı sahəyə çıxarda bilərsiniz. Tutalım, ağaclarla, güllərlə, çiçəklərlə bağlı bir məşğələdirsə, əyani vəsait kimi istifadə edə bilərsiniz. Bildim. Bəs müəllim kimi uşaqlarda hansı dəyərləri formalaşdırarsınız? Uşaqlarda əslində bütün müsbət əxlaqi keyfiyyətləri formalaşdırmaq lazımdır. Ən əsas da yəni Azərbaycançılıq, yəni vətənpərvərlik, daha sonra qaydalara əməl eləmək olsun, böyüklərə hörmət eləmək olsun, yoldaşlarına kömək eləmək, bu kimi müsbət keyfiyyətləri formalaşdırmağa çalışaram. Bəs uşaq məşğələ zamanı anasından ötürü ağlasa nə edərsiniz? Onu yəni anlamağa çalışaram, sakitləşdirməyə çalışaram. İlk növbədə yəni icazə verərəm ki, emosiyasını yaşasın. Çünki bu normal bir halda ola bilər ki, yəni hələ bağça şəraitinə tam alışmayıb, yəni ona görə yəni ağlaya bilər. Ona dəstək olaram, yəni onun daha çox başını qatmağa çalışaram. Maraq dairəsi nəyədirsə, ondan onun başını qataram ki, yəni ağlamağı dayansın. Bəs tutalım, qrupda bir dənə inklüziv uşaq var. Həmin inklüziv uşaqla necə davranarsınız və nə edərsiniz ki, digər uşaqlar da onu normal qarşılasın? İnklüziv uşaq varsa, yəni əvvəlcədən yəni uşaqlara da başa salmaq lazımdır ki, o uşağı məsəl üçün lağa qoymasınlar, məsxərəyə qoymasınlar. Ona görə də o uşağa da fərdi şəkildə ilk növbədə yəni tanış olaram ki, o uşağın da maraq dairəsi nəyədir və çalışaram ki, inklüziv mühit yaradım ki, elə bir yəni məşğələ qurum ki, uşaqlarla hamısı bir yerdə, yəni ayrı-seçilik olmadan o fəaliyyətdə iştirak edə bilsinlər. Bəs digər uşaqlara nə edərsiniz ki, onu normal qarşılasın? Digər uşaqlara da başa salaram. Yəni əslində onlara çox da bildirmərəm ki, bu uşaqda hər hansısa bir problem var. Yəni o uşağı da onlardan ayırmaram ki, nə o inklüziv olan uşaq özünü pis hiss eləsin, nə də digər uşaqlar onu yəni lağa qoysun. Bəs deyək ki, lağa qoyurlar da, tutam uşağın biri açqı taxır. Digər uşaqlar da başlayır ona görə ki, onun gözündəki nədir məsələn? Onda uşaqlara başa sala bilərəm ki, məsəl üçün o uşağın görməsində məsəl üçün zəiflik var, ona görə açqı taxır. Bu normal bir haldır. Yəni bir dəfə oldusa, yəni başa salaram və tapşırıram ki, bir daha bu hal təkrarlanmasın da. Yəni onu sakit tərzdə ancaq başa sala bilərəm. Uşaqlara ümumiyyətlə fərqli yanlarını öyrətmək lazımdır ki, uşaqlar bilsinlər ki, məsələn, hamı eyni olmur. Yəni insanlar müxtəlif ola bilər və yaxud da hamı eyni sağlamlıq imkanına malik olmur. Bəs valideyn özü uşağı bağçaya qoymaq istəmir. Deyir ki, mən evdə uşağı hər şeyi öyrədirəm. Bu əslində valideynin şəxsi fikridir, amma yəni evdə öyrətməklə bağçanın təbii ki, fərqi çox böyükdür. Yenə də öz fikirlərimi bildirərəm ki, yəni bağçada uşaq daha çox sosiallaşır, daha çox biliklər əldə edir. Çünki bağça şəraitində, ev şəraitində öyrənmək eyni deyil bildiyimiz kimi. Amma yenə də valideyni məcbur etmək də yəni olmaz. Çünki valideynin öz şəxsi fikridir. Bəs deyək ki, valideyn özü sizi müdirə şikayət edir hər hansısa bir fəaliyyətinizə görə. Bu da əslində normal bir haldır. Çünki ola bilər ki, yəni anlaşılmazlıqlar olsun. Yenə də yəni müdir də əgər mənə nə isə deyərsə, normal qarşılayaram, yəni sərt cavab vermərəm. Başqa nə edirsiniz? Başqa, yəni əgər həqiqətən də mənim səhvim varsa və yaxud yəni o valideyn əgər haqlıdırsa, o səhvimi düzəltməyə çalışaram. Ondan əlavə də yəni ki, valideyn əgər məni şikayət edibsə və yaxud mənlə mübahisəyə girirsə, yəni mən onunla mübahisə etmərəm, sadəcə sakit qarşılayaram. Çünki hamı məni bəyənəcək deyə bir şey yoxdur da, ona görə yəni normal qarşılayaram. Yəni səhvləriniz üzərində çalışarsınız ki, yəni səhvlərinizi düzəldəsiniz. Bağçada qida normaları necə olmalıdır? Dediniz onu.
Xeyr, onu demədim. Qida normalları belə olmalıdır ki, yəni uşaqlar davamlı eyni yeməyi yeyəndə bilirik ki, sıxılırlar. Ona görə qidalar müxtəlif olmalıdır və yaxud qidanın saxlanma şəraiti olsun, yeməyin bişirilmə şəraiti olsun, çox təmiz olmalıdır. Ən əsas budur uşaqların, yəni çünki sağlamlığı üçün. Uşaqlara yəni ziyan olan qidalardan istifadə etməli deyilik. Ondan əlavə də nə çox həddindən artıq duzlu olmalıdır, nə də həddindən artıq duzsuz olmalıdır və xüsusilə də fikir vermək ki, 6 yaşına qədər qızardılmış yeməklərdən istifadə etməyək və fərqliliklərə üstünlük verməliyik. Uşaqlara hansı, məsəl üçün daha çox süd məhsulları olsun, ət məhsulları olsun, hansı yeməklər xeyirlidirsə, onlara daha çox üstünlük verməliyik. Aha. Bəs uşaqlar arasında dostluq münasibətlərini necə yaradarsınız? Dostluq münasibətləri təbii ki, yaxşı bir prosesdir. Yəni bunu da qurmaq üçün əlbəttə ki, uşaqları yəni sosiallaşdırmaq lazımdır. Daha çox qrup, kollektiv şəkildə cütlərlə oyunlar, bu kimi məşğələlər təşkil edirəm ki, uşaqlar bir-birinə ünsiyyətdə olsunlar, bir-birini yaxından tanısınlar və onlarda dostluq bağları qurulsun. Bəs deyək ki, məşğələ keçirsiniz, valideynlərdən biri sizlə çox kobud danışır, gəlir hamının içində sizi tənqid edir. Bu halda nə Mən edirsiniz? təbii ki, o zaman yəni uşaqların yanında yox, valideyni deyərəm ki, yəni şəxsi şəkildə danışaq, koridorda və yaxud belə təcriddə danışaram. Valideynin mənlə bağlı problemi nədirsə, ona aydınlıq gətirməyə çalışaram. Yenə də mən ona səsimi qaldırmaram, yəni çünki o düzgün olmaz. Çünki yenə dediyim kimi, yəni hərənin öz şəxsi fikri var. Ola bilər ki, mənim nəyimisə o qüsurumu görür ya səhvmi görür. Ola bilər ki, yəni haqlı ola bilər və yaxud haqsız ola bilər. Yəni sakit şəkildə söhbəti həll etməyə çalışaram. Bəs inadkar uşaqla necə məşğul olarsınız? Uşaq inadkardır, məsələn, məşğələ verirsiniz, onu eləmir, şəkil verirsiniz, çəkmir. İnadkar uşaqla yenə ona da fərdi yanaşaram. Təbii ki, onun da bilərəm ki, yəni bilirik ki, yəni onun da hər hansısa bir xoşladığı bir oyuncaqmı deyim ya oyunmu deyim var. Daha çox o yöndən yanaşmağa çalışaram ki, yəni onun marağını cəlb eləyim və o da inadkarlığını təbii ki, kənara qoysun. Öz istədiyi, məsəl üçün, oyuncaqla mı ya oyunla mı fəaliyyətə qoşulsun və onunla da inadkarlığını